döyüşdə strategiya olur. Eləcə də sizin o 45 dəqiqəlik olan döyüş, yəni o sinif mühitində öyrədəcəkləriniz, formalaşdıracağınız bacarıqları həyata keçirmək üçün sizə də müəyyən silah-sursat lazımdır və sizin silah-sursatlarınız sizin resurslarınızdır və sizin qurduğunuz strategiyalardır. Məsələn, axşamdan deyirsiniz ki, mən bu döyüşdən qalib çıxmaq üçün, yəni o 1:45 dəqiqəni həm şagirdlərimin, həm özüm uğurlu nəticə əldə etmək üçün, təlim nəticələrinə çatmaq üçün mən hansı strategiyadan istifadə etsəm yaxşı olar və bu strategiyanın dərsin hansı mərhələsində etsəm daha yaxşı olar. Yəni, strategiya dediyimiz budur. Sizin tətbiq etdiyiniz üsullar, formalar, sonra demək, sinifə gətirdiyiniz eyni zamanda resurslarınız bilə sizin o mühit üçün yaxşı mənada döyüş sursatınızdır. Və baxaq görək bunlardan hansılardan istifadə edirik və necə. Beyin həmləsi. Beyin həmləsi əqli hücum da deyilir. Yəni, əqlə, beyinə, təfəkkürə olan hücumdan gedir söhbət. Adətən biz beyin həmləsini suallar vasitəsilə demək, yaradırıq. Bəzi hallarda bu ştorm kimdə gedir, yəni fırtına kimdə gedir, beyin fırtınası kimdə rast ola bilərsiniz suallarda. Eyni bir şeydir beyin həmləsi, beyin fırtınası, əqli hücum və sizə düşməyəcək ki, bunun neçənci ildə kim tərəfindən demək, bu yanaşma irəli sürülübdür. 53-cü ildə Amerika psixologu Osborn tərəfindən irəli sürülübdür, amma bu sizdən testlərdə, nə də müsahibədə, nə də heç bir yerdə bu soruşulmayacaq. Əsas məsələ odur ki, biz bu demək, üsulun necə həyata keçirdiyini bilirik və nə zaman keçirildiyini düzgün seçirik. Əsasən beyin həmləsi dərsin hansı mərhələsində olur? Əsasən. Başlanğıçda birinci mərhələdə olur. İlkin mərhələdə, bəli, ilkin mərhələdə olur. Yəni, aktuallaşdırma, aktivləşmə mərhələsində. Niyə? Çünki biz ilk mərhələdən necə o şagirdləri aktivləşdirdiksə, yəni dərsin növbəti addımlar və növbəti gedişin uğuru da bizim elə ilk başlanğıcını qoyduğumuz aktivlikdədir. Ona görə də nə deyilir? Deyilir, motivasiyanı həm maraqlı, həm düzgün qurun və elə suallar seçin ki, motivasiyada, beyin həmləsi edərkən, çünki siz artıq axşamdan gündəliyinizi tutanda beyin həmləsi edəcəyinizlə bağlı artıq suallarınız da əlinizin altında olur. 2 dənə, 3 dənə, nə bilim, 4 dənə. Bəzən olur ki, sizin tərtib etdiyiniz sualın içərisindən elə bir məqam yaranır, şagirddən gələn cavab dərsi biraz da maraqlı edir. Amma burada diqqət edirik ki, əsas fikirdən yayınmırıq. Çünki başqa fərqli fikirlər gələr və bizim istiqamətimizi dəyişə bilər. Deməli, burada da beyin həmləsini həyata keçirərkən elə etməlisiniz ki, suallar düşündürücü və maraq doğuran olsun. Yəni, bir növ ipuçlarını atırsınız ortaya, qalan hissəni sanki gizlədirsiniz. Belə olduğu halda artıq o maraq şagirdi bürüyür və davamını görməyə, davamını həll etməyə çalışır, davamını əldə etməyə çalışır. Demək, necə tətbiq olunur? Bayaq da vurğuladığım kimi, siz suallar vasitəsilə də əqli hücum edirsiniz. Əslində, bu bizim ailədə, məişətdə, gündəlik həyatımızda da mövcud olan bir yanaşmadır. Demək olar ki, və hər gün biz istər-istəməz ailədə, evdə belə, yəni bu yanaşmaya və yaxud da öz rəfiqələrimizlə, dost tanışla bu yanaşmanı edirik. Amma fərqinə varmıq ki, əslində biz nə etdik? Beyin fırtınası etdik. Bəzən gəlirsiniz elə deyirsiniz, uşaqlar, nə bişirək axşama? Bəlkə bu günləri fərqli bir şey edək. Olur da belə hallar, düzdürmü? Hərədən bir fikir gəlir və demək, gələn fikirləri ümumiləşdirirsiniz və bir dənəsinin üzərində qalırsınız. Nəticədə hər hansısa bir maraqlı bir deyək ki, xörək süfrəyə qoyulur axşam vaxtı. Və yaxud burada belə bir problem qoyulubdur, sadə bir problemdir. Evdə çörək yoxdur, nə etmək lazımdır? O zaman hansı fikirlər gələ bilər? Hansı fikirlər gələ bilər? Olmayan lası ilə pişirən olan şeylərdən pişirəcəksə, məsələn, makaron. Bəli, biri deyəcək makaron, biri deyəcək düyü, biri deyəcək qreçka, bəlkə bişirək. O birisi deyəcək, elə bir şey edək ki, misal üçün çörək ehtiyac olmasın və s. Və yaxud da tez olmaq üçün, bəli, yenə də fərqli bir yanaşmalar ola bilər, düzdürmü? Bizim bu yanaşmamız, evdə, ailədə, məişətdə olan yanaşmamız belə öz ailə üzvlərimizə olan əqli hücumdur. Biz nə edirik? Sualı, fikri, problemi atırıq ortaya və onları düşünməyə vadar edirik. Həmin bu problemin
ətrafında. Siz də sinif mühitinə daxil olanda şagirdlərinizə demək, sualı və yaxud da problemi atırsınız ortaya. Amma bu problemi ortaya atarkən nə edəcəksiniz? Siz elə mövqedə dayanacaqsınız ki, o atdığınız suallar, fikirlər sizi sonunda hara doğru aparsın? Təlim nəticəsinə doğru. Yəni bu 45 dəqiqədə nəyi mənimsətməyi nəzərdə tutmuşsunuz? Bax, həmin o fikir olaraq davamı da getsin. Yoxsa mən elə şagirdləri aktivləşdirmək üçün nə sual gəldi verin, belə bir şey yoxdur. Aydındırmı? Yəni sizin təlim nəticənizə yönəlik olmalıdır beyin həmləsi üçün nəzərdə tutduğunuz suallar və yanaşmalar. Və bu şagirddə hansı bacarıqları formalaşır? Misal üçün, belə deyək ki, ekoloji problemləri götürək. Bu fizikada da var, kimyada da var, səhv etmirəmsə, biologiyada da var ekoloji problemlər. Eyni zamanda son devirlərdə səhv etmirəmsə, bəlkə də yanılıram, informatikada da müəyyən deyən mövzuların içərisinə bu şəbəkələrin demək, buraxdığı dalğalar və s. ilə bağlı, sonra əlavə səs kirliliyi ilə bağlı deyəsən mövzu salıblar, salmayıblarsa da artıq müzakirə keçərdən gedir, yəqin ki salacaqlar. Səs kirliliyi dedikdə də biri var suyun ekologiyası, biri var torpağın ekologiyası, havanın ekologiyası, həmçinin səsin də ekologiyası var. Yəni səs kirliliyi deyə nədir? Misal üçün tutalım ki, daha sıx insanlar yaşayan şəhərlərdə olan səs-küylər, tikinti səsləridir, maşın siqnalları, maşın səsləri, insanların səsi biz hiss etmədən belə onlar artıq bizim beynimizə, qulaqlarımıza, qulaq pərdələrimizə çox güclü zərər verirlər. Normal eşitmələ elə 35-60 desibeldir də onu. Amma məsəl üçün o normadan artıq olanda səs kirliyinə gətirir. Bunlar da ki, Allah'a şükür var artıq, mövcuddur. İşıq kirliliyi var, səs var. Bəli, həddindən çox, yəni bu problemlər həddindən çoxdur. Məsələn, tutalım ki, belə bir fikir ortaya atdınız ki, əgər səhər yuxudan durdunuz, üzünüzü yumaq istədikdə, su kranını açdıqda, baxdınız ki, sudan palçıqlı bir su gəlir. Neyniyərsiniz? Deyək ki, bu artıq hərəsi bir fikir bildirdi. Sonra dedik, yaxşı, sizcə bu nədən ola bilər? Artıq keçdik ikinci suala. Biraz da düşünəcəklər. Filan məsələlərdən ola bilər. Yaxşı, bəs filan məsələdən olur. Bəs bunun kökündə dayanan problem nədir? Olmaması üçün nə etmək lazımdır? Neyniyə bilərik? Artıq orada maraqlı ideyalar və fikirlər gələcək. Və bu da sizi, deyək ki, bugün dərsiniz ekologiyada idisə, suyun ekologiyası idisə, götürəcək o istiqamətə. Təhlillər edəkdə, növbəti mərhələlərdə qrup işi verəcəksiniz, nə bilim, kütlərlə işlədəcəksiniz, hər hansı sulardan istifadə edəcəksiniz, sonra təmiz su ilə kirli suyu və yaxud da havanın kirliliyi ilə suyun kirliliyini bəlkə beyin diaqramı quracaqsınız, orada götür-qoy edəcəksiniz. Artıq o baxır sizin yanaşmanıza. Və bu şagirddə nəyi formalaşdırır? Müəyyən situasiyalarda çıxış yolları tapmaq, onları təhlil etmək, daha səmərəli həll yollarının tapılması ilə bağlı qərar qəbul etmək. Məsələn, biz düşünürük ki, bu üsullarla yalnız biz şagirdə dərsimizi, mövzumuzu ötürürük, onlarda bacarıq formalaşdırır. Əslində isə bu yanaşma şagirdin ümumiyyətlə bir şəxsiyyət olaraq gələcək həyatında da çox mühüm rol oynayır. Bax, bu əqli hücumların aparılması, düşündürücü sualların verilməsi niyə? Tutalım ki, getdi, gələcək həyatında bir baxdı ki, birdən-birə krant sındı. Nə bilim, su atdı, artıq təhlükə var ki, qonşunu su basacaq, o zaman öz evi bir yana qonşunun evini təmir etdirməli olacaq, düzdür. O neynəməlidir? Sürətli fikirləşməlidir, həlli yollar axtarmalıdır. Bax, bu yanaşmalar, məktəbin şagirdi bu şəkildə formalaşdırması onun gələcək həyatında da yaxşı mənada bir iz qoyur. Artıq onlar sürətli düşünmə, müxtəlif həll yolları təklif etmə, onların beyinləri onunla bağlı aktiv olur. Məntiqi və tənqidi təfəkkürü inkişaf etdirmək, yaradıcı təfəkkürü stimullaşdırmaq. Şagirdlərdə özünə inam hissini stimullaşdırmaq və həmçinin insanlar arasında əlaqələri yaxşılaşdırmaq. Şəxsi ifadə tərzlərini istiqamətləndirmək, müstəqil düşüncəni inkişaf etdirmək. Gördüyünüz kimi burada şagird artıq tək sizin fənniniz və mövzunuzla bağlı bilik və bacarıq əldə etmir, həmçinin o həyatı bacarıqlar əldə edir, həm emosional baxımdan onun belə deyək, mövqeyi yaxşılaşır, emosionallığı belə deyək, yuxarı mərhələlərə qədər gedib çıxır. Eyni zamanda da siz öz istədiyinizə nail olursunuz, yəni təmin nəticələrini reallaşdırırsınız. Amma anında deyil də, yəni beyin həmləsi sizin təmin nəticənizi təbii ki, reallaşdırmayacaq. Sadəcə sizin elə bir ki, belə düşünün də, bir bağlı otaq düşünün.
sizin problemin həlli o otağın içərisindədir. Otaqda axtaracaqlar. Amma sizin etdiyiniz əqli hücum artıq o otağın qapısının açarıdır. Siz o açarı salıb açdınızsa, artıq orada başlayacaqlar hörmətli mərhələdə problemin həllini otağın hər hansı küncündə, bucağındası da axtarmağa. Venn və ya Euler-Venn diaqramı. Venn diaqramı və yaxud Euler-Venn diaqramı nədir? Şəkildə də görürsünüz. İkili Venn diaqramı da ola bilər və yaxud da üçlü Venn diaqramı da ola bilər. Venn diaqramında hər hansısa bir nə isə müzakirə edirsinizsə, məsələn, tutalım ki, informatikadan periferik qurğular və deyək ki, konternöz qurğularını müqayisə edirsiniz. Onların oxşar və fərqli tərəfləri. Oxşar tərəflərini mərkəzdə yazacaqsınız, fərqli tərəflərini kənarda. Və yaxud da deyək, yumurta ilə bala verənlərlə diri bala doğanları müqayisə edirsiniz. Oxşar və fərqli tərəflərini yazacaqsınız. Fərqli tərəfləri kənarda, oxşar tərəfi daxildə. Burada iki dənə nə isə müzakirə edirsiniz, müqayisə edirsiniz. Və yaxud da turşuları və duzları oxşar fərqli tərəfləri, nə bilim, və yaxud da onlardan hazırlanan məhsullar və yaxud da, nə bilim, istənilən bir fənlə bağlı siz bu yanaşmanı edə bilərsiniz. Və ya deyək ki, fizikadan, nə bilim, ağırlıq qüvvəsi, dartılma qüvvəsini, nə bilim, nəyi müqayisə edirsiniz. İndi mən təxmini deyirəm, ola bilər ki, yanıram, ixtisas müəllimi olmadığına görə, yəni, üzr istəyirəm ki, yanlış belə bir hal varsa ifadə işlərdə. Sonra, yəni, bunların hər ikisindən istifadə edə bilərsiniz. Baxır ki, siz orada neçə dənə model götürürsünüz, nə götürürsünüz və onu da götürərkən nə edirsiniz? Məsələn, tam üçlü, əgər ikili Venn diaqramında kənarlarda bu hissələrdə əgər fərqli tərəfləri yazırdınızsa, mərkəzdə bu hər ikisinin oxşar tərəfini yazırsınız bu hissədə. Üçlü Venn diaqramda hər üçünün oxşar tərəfini tam mərkəzdə yazırsınız. Burada olanlar, misal üçün, tutan ki, bu quşlar sinfidir, bu deyək ki, məməlilərdir, bu isə deyək sürünənlərdir, bilmirəm, bəlkə də yanlış dedim, nəysə. Hər üçünün oxşar tərəfi buradadır, hər üçünün. Sürünənlərin quşlarla oxşar tərəfi buradadır, sürünənlərin məməlilərlə oxşar tərəfi buradadır. Eyni zamanda məməlilərin sürünənlərlə oxşar tərəfi buradadır və məməlilərin quşlarla oxşar tərəfi buradadır. Aydındırmı? Yəni, baxır ki, siz yanaşmanızı hansı tərzdə və nəyi götürürsünüz, nəyə müzakirə, nəyə müqayisə edirsiniz. Sonra, bunun da faydaları nədir? Şagirddə hansı bacarıqlar formalaşdırır? Bilikləri aktuallaşdırmasıdır. Yenə də təhlil bacarığının inkişafı. Niyə? Çünki burada götür-qoy var. Gördüyünüz kimi, burada artıq təhlil edir. Dəyərləndirmək bacarığı inkişaf edir. Əsaslandırma bacarığının inkişafı, yəni fikrini əsaslandırma. Sokrat dialoquna gəldik. Ümumiyyətlə, dialoqlar fərqlidir və eyni saydadır. Debatlardır, dialoqlardır. Yəni, bunlar da vacib olan məsələlərdir. Və bunlar fərqli şəkillərdə həyata keçirilir. Ola bilər ki, bütöv siniflə də həyata keçirə bilərsiniz. Ola bilər, qruplar şəklində həyata keçirirsiniz. Artıq o baxır sizin yanaşmanıza. Sokrat dialoqu da müzakirə üsullarından biridir. Və burada əsas məsələ nədir? Necə tətbiq edilir? Əvvəlcədən keçiriləcək mövzuya uyğun əsas suallar aydın formada yazılır. Siz həmçinin nə edə bilərsiniz? Əgər Sokrat dialoqu keçirəcəksinizsə, İstəsəniz öncədən şagirdlərinizlə də məsləhətləşib, mövzunu verib və onların həmin mövzuya hazırlaşmalarını, araşdırmalarını da istəyə bilərsiniz. Və yaxud da özünüz hazırlayırsınız. Açıq suallar yazılır, yəni düşündürücü. Qapalı sual olmaz. Bircə dəqiqə yoldaşlar, üzr istəyirəm. Gəl. Davam edək. Demək, qapalı suallar niyə olmaz? O zaman Sokrat dialoqu alınmayacaq. Qapalı sualdan bir daha vurğulayım. O zaman biz istifadə edirik ki, ya bizdə ortaya qoyduğumuz fikir, problem haçalandı, tamamilə başqa yönə getdi. O zaman elə ki, çay öz məcrasından çıxanı nə edir? Onun qarşısına ağır daşlar, qum, torpaq və s. tökürlər ki, onun qabağı kəsilsin, öz axarına dönsün, getsin. Bax, bir anlıq belə düşünün. Sanki bir arxdır, o arx düz yola yönəlmədi,
suladığınız ağacın dibinə bir də gedir, onun qabağını necə edirsiniz? Bir lapatka palçığı torpağa atırsınız, qarşısına kəsirsiniz onu. Bax, qapalı sual o mövqedən daha məqsədə uyğundur. Yəni fikri tamamlamaq üçün, fikrə nöqtə qoymaq üçün, hər hansısa bir fikrə. Və suallar necə olmalıdır? Şagirdin təbii ki, səviyyəsinə uyğun tərtib olunmalıdır. Neçənci sinifdir, hansı yaş səviyyəsidir, ona uyğun. Sual səsləndikdən sonra şagirdlərə 5-10 saniyə düşünmə vaxtı verilir. Müzakirədən kənar çıxmamaq üçün diqqətli olmaq lazımdır. Kənara çıxma baş verdiyi halda şagirdlərin diqqəti yenidən mövzuya yönəldilir. Bayaq vurğuladığım kimi. Şagirdlərin cavabı diqqətlə dinlənilir, vaxtaşırı müzakirə ümumiləşdirilir, lövhədə də ola bilər, proyektor vasitəsilə divara salmışsınızsa orada da ola bilər və müzakirəyə mümkün qədər çox şagird cəlb olunmalıdır. Şagirdlərin rolu burada nədən ibarətdir? Yəni, necə həyata keçirilir Sokrat dialoqu? Qeyd etdiyiniz kimi debat xarakterlidir bu da, müzakirə üsulu sayılır. Və müzakirəyə başlamamışdan əvvəl şagirdlərin nə edəcəklərini izah etmək prosesi daha da axıcı və rəvanidir. Yəni, artıq bilməlidirlər ki, bu üsul necə keçiriləcək. Müraciət olunduqda çəkinmədən öz fikrini bildir. Verilən sual mümkün qədər dəqiq və aydın ifadə et, yəni qarşı tərəfə, qarşı qrupa verdiyi sualı, qarşı şəxsə verdiyi sual. Cavabını bütün sinifə ünvanla, müzakirə proseduruna riayət et, yəni sözün olanda əl qaldır, başqasının sözünü kəsmə, biri fikir ifadə edirsə dayan gözlərə dinlə, bu baxımdan. Sinifdə vaxtdan effektiv istifadə etmək üçün suallar mümkün qədər yığcam və lakonik cavablandır. Çünki uzun-uzadı fikir bildirərsə, axı bizim suallar açıq olacaqdır debatlarda, sonra Sokrat dialoqunda uzun cavablar bizim zamanımızı çox alacaq. Ona görə də verilən fikirlər qısa, lakonik və öz fikirlər olmalıdır hər kəsin. Və bunu da öncədən elan etdikdə artıq dərsin vaxtına və iş üsulunun əsas tələbinə heç bir maniyə olmur. Yeri gəlmişkən, siz istəyirsiniz bir dənə özünüz üçün kitabxananızda varsa qarşısında bir qeydlər aparın. Beyin həmləsi dərsin sual-cavab üsulu sayılır və dərsin əvvəli üçün uyğundur. Euler Venn diaqramını buradakı boşluqda qeydlər apara bilərsiniz. Demək, həm müzakirə üsulu kimi istifadə edə bilirsiniz, həm də demək, təhlil, götür-qoy xarakterlidir. Şagirdlərdə dəyərləndirməni, fikir ifadə etməni demək, formalaşdırır. Sonra Sokrat dialoqu yenə də müzakirə xarakterli üsuldur. Digər bir məsələ, burada bəzi məqamları da qeyd edim. Demək, burada strategiya nədir? Əsas iş prinsipi suala verilən cavabdan yeni sualın çıxarılmasıdır. Yəni, qarşı tərəfə sual verilirsə, o da sual içərisindən sual çıxaracaq, cavablandıracaq və özü də bunu demək, özünə uyğun şəkildə sualını qurub qarşı tərəfə ötürəcək. Burada sual səsləndirilir, suala cavab veriləndən sonra sual verən şəxs cavaba əsasən yeni sualla oponentlərə müraciət edir. Oponent, yəni qarşı tərəf, belə deyil, rəqib. Bu proses sonsuz olaraq davam etmək mümkündür. Bu baxımdan strategiyanın əsas məqsədi sualın və ya müzakirə olunan problemin həlli yolunu tapmaq deyil burada. Əsas məqsəd şagirdləri müzakirəyə cəlb etmək, təfəkkürü gücləndirmək, dinləmə, sual vermə bacarığını formalaşdırmaqdan ibarət. Fəaliyyətin bitməsini idarə edən şəxs, bu müəllim də ola bilər, əgər yuxarı sinifsə şagirdlərin içərisindən birində seçə bilərsiniz, müəyyənləşdirir. Bunun üçün sonda bir və ya bir neçə qapalı sualların verilməsi məqsəd uyğundur. Çünki Sokrat dialoqu getdikcə uzana gedəcək, sual içərisindən sual doğuracaq və siz sonlandırmaq üçün qapalı sual verib, yəni artıq bu Sokrat dialoqunun, bu müzakirə üsulunun demək, nöqtəsini qoyacaqsınız. Qeyd etdiyim kimi, burada da vurğulanır ki, sual verən tərəf həm müəllim ola bilər, həm də şagird ola bilər. Həmçinin sual tərtibatda yuxarı sinifdirsə, üçün artıq 7, 8, 9, 10, 11-ci siniflər normal şəkildə yəni sual tərtib edə bilirlər. Qızıl dairə nədir? Demək, qızıl dairə üsulu niyə bizdə 3 indi və ingilis dilində niyə 2W1H-dır?
Yəni ingilis dilindən tərcümədə WH ona görədir ki, bizdə misal üçün niyə, nə üçün, nə zaman deyək ki, bu şəkildə M hərfi ilə başlayırsa, onlarda kim, məsələn, tutalım ki, və yaxud da V-yə harada deyəsən, sonra yəni bu şəkildə deyək də, nə zaman, bizdə nə zamandır, onlarda V deyəsən. Yəni ona görə də bu şəkildə səslənir. Eyni zamanda bunun digər oxşar bir üsulu da var. 4N 1KH. İndi ona da toxunacaq. Demək, qızıl dairə modeli nədir? Problem həll etmədə, dinləyib anlama, oxuyub anlama bacarığının formalaşmasında, layihələrin hazırlanmasına istifadə edilən səmərəli üsuldur. Yeri gəlmişkən burada layihə üsulu da qeyd edin. Bax, bu da layihə üsuludur. Sonra eyni zamanda bayaq dediyim 4N 1KH da demək, layihə üsuludur. Çünki orada suallar elə şəkildə qoyulur ki, bizə də ilk öncə layihənin dəqiq planını qurmaq üçün bu şəkildə suallar lazım olur məhz. Demək, həmçinin bu üsul ünsiyyət texnikasıdır. Bundan əlavə ideyalarınızı qruplaşdırmaq və daha sonra kommunikasiya məzmun strukturunu effektiv şəkildə qurmaq üçün istifadə edilə bilər. Sonra şagirddə nə formalaşdırır? Məntiqi təfəkkür, problem həll etmək, dinləyib anlamaq. Çünki burada suallar veriləcək. Sualı da uşaq diqqətlə dinləməlidir ki, qayıdıb o sualları cavablandıra bilsin. Misal üçün, nə baş verdi, necə baş verdi, niyə baş verdi və s. Diqqətlə dinləməyən uşaq təbii ki, sual cavablandırmayacaq. O baxımda da dinləyib anlama da burada formalaşır. Tənqidi təfəkkür onun niyyəsində daha çox öz əksini tapır. Çünki şagird o niyyəni açıqlamalıdır. Həmçinin suallar ortada varsa oxumaq üçün, oxuyub anlamanı da formalaşdırır. Yox, nitqlərini istifadə edirsə, digərləri formalaşmış olur. Sonra əsas fikri müəyyənləşdirmə, yaradıcı təfəkkür, informasiyanı qəbul etmə və ötürmə. Proqnozlaşdırma nədir? Demək, adından da göründüyü kimi, öncədən elə bir ki, sonunu görmədiyiniz bir məsələyə bir növ münasibət bildirir, proqnozunu verir. Düzdür, bu daha çox oxu dərslərində, sonra xarici dil dərslərində oxu zaman həyata keçirilirsə, amma istəsəniz yaradıcı yanaşı, siz də öz dərslərinizdə təqdim edə bilərsiniz, yəni bu yanaşmadan istifadə edə bilərsiniz. Məsələn, tutalım ki, hər hansısa bir kimyəvi reaksiya aparırsınız, yaxud biologiyadan bir praktik təcrübə aparacaqsınız, yaxud da fizikadan. Sonuna getmədən, təcrübənin lap axırına qədər gedib çıxmadan öncə bəri başdan yenə də suallar verə bilərsiniz təcrübənin gedişatında. Sizcə burada nə baş verəcək? Sizcə biz bunu bura qatsaq nə olacaq? Tərtib necə dəyişəcək və s. Misal üçün. Şagirdlərə təklif edilir ki, bədii əsəri öz variantları əsasına davam etsinlər. Və sonra da nə olur? Demək, sual verilir. Sizcə hadisə necə inkişaf edilir? Müəyyən bir hissəni oxuyurlar, deyək ki, kitabı ötürürlər. Və yaxud müəllim müəyyən bir başlanğıcdan müəyyən bir hissəni deyib və sonra deyir ki, sizcə necə baş verəcək? Siz necə davam edərdiniz? Onlar da öz variantlarını qeyd edirlər. Ən sonda real əsər oxunub qurtarandan sonra fərziyyələri ilə onların yazdığı, yəni fərziyələrlə proqnoz, verdikləri proqnozla mövcud olan, yəni real əsərin sonluğu və məzmunu tutuşdurulur. Sizdə də dediyim kimi, burada nə baş verəcək, bu reaksiyanın sonunda nə alınacaq və s. tərtib necə dəyişəcək, onların fərziyyələrini yazdıra bilərsiniz. Sonunda reaksiya oldu, bitdi, əldə olunan nəticələrdə qoyun onlar öz fərziyyələrini yoxlasınlar. Görək kimin fərziyyəsi daha, baş verən hadisəyə daha yaxındır. Şagirddə hansı bacarıq formalaşır burada? Tənqidi məntiqi, yaradıcı təfəkkür, təhlil etmə, dəyərləndirmə formalaşmış olur. Ziqzaq nədir? Demək, daha çox bu sual həmişə düşür testlərdə. Böyük mətnin qısa zaman müddətdə şagirdlərə mənimsədilməsi üçün hansı iş üsulundan istifadə edərsiniz? Və yaxud da situasiya xarakterli verir, deyir ki, misal üçün, Lalə müəllimə böyük mətni qısa zaman müddətində şagirdlərə mənimsətməyə çalışacaq. Və o düşünür.
hansı üsul daha uyğun olardı? Öz strategiyası üçün bir üsul seçməlidir. Deyək ki, orada da siz ona hansını önərərdiniz? Zigzag. Niyə zigzag böyük mətnin qısa zaman müddətində mənimsənməsini sağlayır? Tətbiqinə uyğun olaraq indi özünüzdə görəcəksiniz və necə tətbiq olunur. Şahidlər əvvəlcə qruplara bölünür və bu qruplar doğma, yəni əsas ana qruplar adlanır. Sonra bu qruplardan yeni qruplar formalaşır. Məsələn, tutalım ki, qrupları formalaşdırmışsınız, şahidlər qruplara bölünür, qrupda 4 nəfər oturmuşsunuz hər qrupda. İndi şahidlər başlayır qruplarda saymağa. 1, 2, 3, 4 hərə özünün rəqəmini yadda saxlayır. Sonra birlər durur o partiyalardan, bütün qruplardan gedir, bir yerdə qruplaşır. İkilərin hamısı toplaşır bir stol arxasına, üçlər birinə, dördlər də bir qrupa. Sonra müəllim öncədən ki, hansı ki o böyük mətni mənimsətməyə çalışırdı, həmin o mətni hissələrə ayırır, parçalayır və qruplara paylayır. Qrupların hər birisi ona düşən hissənin üzərində iş aparır. Oxuyur, təhlil edir, birlər birini, ikilər bir hissəni, üçlər bir hissəni, dördlər bir hissəni. Sonra vaxt tamam olduqdan sonra müəllimin komandası ilə şagirdlər qayıdırlar öz ana qruplarına. Yenə də qruplarda say bu şəkildə olur. 1, 2, 3, 4, 1, 2, 3, 4 bu şəkildə. İndi demək, bütün hissələrdən, əgər mətn 4 hissəyə bölünübsə, demək, həmin qrupda nələr var? Birincidən gələn varmı? Var. İkinci qrupdan gələn var? Var. 3-də olub müzakirə edən 3-cü parçanı varmı? 4-də olan varmı? Var. Bəli. Demək, artıq bunlar ana qrupda, belə deyək də, öz evlərinə qayıtdıqdan sonra hərə orada gördüyü haqqında danışır. Və qısa vaxt ərzində əsərin 4 hissəsinin hamısı ilə bağlı məlumat olur. Tutalım, bir deyək ki, əsərdə bu var idi, başlanğıc belə idi. Bunun davamını 2 izah edir öz qrupunda. Bunu 1 deşidir, 2 deşidir, 3 deşidir, 4 deşidir. Yəni, elə bir növ hərə gətirdiyi informasiyanı qoyur ortaya və informasiya tam olur. Bu baxımdan da böyük mətn qısa demək, zaman ərzində şagird tərəfindən mənimsədilə bilir. Sonra bu şagirddə nəyi formalaşdırır? Dinləyib anlama. Çünki bir-birini dinləyəcəklər. Orada artıq qrup son mərhələdə bir-biri ilə nə isə müzakirə etdikdə həmçinin mətni oxuyub anlamalıdırlar, bir-birləri ilə ünsiyyət qrup danışmalıdırlar, əsəri təhlil etməlidirlər və təbii ki, bütöv məzunu bilmək üçün əməkdaşlıq etməlidirlər. Bunları da etdikdə qeyd olunan bacarıqlar formalaşmış olur. Əşya və hadisələrə müxtəlif nöqteyi nəzərdən baxılması. Bura qədər dediyimizlə bağlı heç sual vermədimizsə, çətin anlaşılan bir məqam var, yoldaşlar. Kimin üçünsə çətin anlaşılan məqam var? Yoxsa davam ediyorsan. Demək, əşya və hadisələrə müxtəlif nöqteyi nəzərdən baxılması. Baxaq, belə vaxt mənim daxil oldu. Demək, necə müxtəlif nöqteyi nəzərdən baxılması? Eyni əşya, hadisə və məsələyə müxtəlif nöqteyi nəzərdən yanaşılır. Məsələn, müəllim hər hansısa bir situasiyanı, hadisəni qoyur ortaya. Bu sizin təbii ki, fənniniz və təlim nəticənizə uyğun olacaqdır, biliyorsunuz tətbiq etdikdə. Və şagirdlərdən fikir bildirmələrini istəyir. Şagirdə bilir, tamam ki, onunla bağlı bir fikir bildirdi. Müəllim deyir ki, daha fərqli. Başqa kim nə edərdi və yaxud da nə bilim, necə istifadə edərdi deyə ki, hansısa bir əşyanı göstərirsiniz. O zaman fərqli fikirlər gələcək. Yəni, eyni əşyadır və yaxud kiçik bir case danışmışsınız, eyni bir situasiyadır, hadisədir. Amma fərqli nöqteyi nəzərdən baxılır. Burada bir nümunə verildi. Yağış yağır hadisəsi müxtəlif cür necə qiymətləndirilə bilir. Taksi sürücüsü sevinir, çünki müştəri çox olacaq. Bax, burada artıq taksi sürücüsü nöqteyi nəzərindən baxılır. Pessimistlər kədərlənir, çünki havanın tutqun olması onlarda bədbinlik yaradır. Çətir satanlar sevinir, müştərilər çox olacaq, pul qazanacaqlar. Piyadalar kədərlənir, çünki yağışda islanırlar.
Yəni gördüyünüz kimi bir yarış hadisəsinə fərqli insanların fərqli baxış nöqtələrindən, baxış bucaqlarından baxmalarını göstərdi. Şagirddə hansı bacarıqlar formalaşır? Təhlil etmə. Niyə? Çünki burada ortaya qoyulan məsələ, vəziyyət, problemi təhlil etməlidir ki, fikir bildirsin, vəziyyəti qiymətləndirsin, məntiqi tənqidi təfəkkür, dəyərləndirmə. Aksiyona gələk. Aksiyon nədir? Aksiyon bildiyimiz hərracdır. Misal üçün tutalım ki, düşünün ki, bir rəsm əsərini hərraca çıxarıblar, aksiyona çıxarıblar. Və aksiyon zamanı aksiyona aparan şəxs o partiyada deyək ki, bir qiymət qoydu. Məsələn, tutalım ki, partiyada ilkin qiyməti 100 manat. Yerdə oturan alıcılar, aksiyona gələn insanlar biri yerindən bir tutalım dedi ki, 101 manat verir. Misal üçün, 1 manat cəmaatı. O birisi tez oradan dedi ki, 150 verirəm. Bir digər dedi 200 verirəm. Bu şəkildə demək, aparıcı, yəni aksiyonu idarə edən şəxs sonuncu şəxsə, demək, hər dəfə fikir gələndə deyir ki, 1, misal üçün 100, 1, 100, 2, 103 deyənə kimi, oradan kimsə 150 dedirsə, artıq keçir 150-nin 3 dəfə sadalamağa. Üçüncü sanamada, əgər üçüncü dəfə dedirsə, artıq nə edir? Çəkicini vurur və satıldı. Aksiyon həmin şəxs qazanmış olur. Bəs bu sinif mühitində necə idarə olunur? Siz də burada hər hansısa bir fikri ortaya qoya bilərsiniz və aksiyon onun üzərindən gedə bilərsiniz. Məsələn, tutalım deyirsiniz ki, nə idi? Məsələn, bir soyuq hava axını, yox, bu coğrafiya getdi, çıxdı. Məsələn, ağırlıq qüvvəsinə təsir edən tutalım nələrsə. Bunu sadalaya gedirlər. Biri fikir bildirdi. O fikir bildirəndə və yaxud da dediniz, tutalım ki, sürünənlərə aid olanlar, canlılar hansılardır? Biri tutalım dedi, ilan. Siz başlayırsınız sanamağa, ilan 1, ilan 2, tez oradan əli dedi ki, kərtənkələ. Kərtənkələ 1, kərtənkələ 2, kərtənkələ 3 deyənə kimi bir başqası oradan tutan dedi ki, koramal və s. Yəni bu şəkildə də öz fəninizə yönəldə bilərsiniz. Baxır sizin hansı məzunu keçməyinizdən asılı olaraq bu dəyişə bilər. Necə tətbiq etməsini dedik, sonra şagirddə hansı bacarıqlar formalaşır? Öyrənilən cisim və hadisənin xüsusiyyətlərini sadalamaq. Məsələn, bir daha deyim, tutalım ki, deyirsiniz ki, soğanın xüsusiyyətlərini sadalayın. Biri dedi acı, biri dedi qabıqlı, o birisi dedi lay-lay, o birisi dedi, tutalım ki, pərdələri var, o birisi dedi yemək bişirilir. Yəni, son fikir dayanana qədər. Artıq uşaqlar görəcək sinif hardasa dayanır, çünki fikir təkrar etmək olmaz və burada niyə dinləmə anlama bacarığı formalaşır? Siz qaydaları artıq öncədən izah etdiyinizə görə şagird bilir ki, mütləq orada diqqətli olmalıdır, yoxsa uduzacaq və oyundan çıxarılacaq. Təkrar eləsə, əli dediyi fikri mən təkrar eləsəm, məni çıxaracaqlar oyundan. Ona görə diqqətlə dinləyir. Köhnə biliklərdən istifadə etmə bacarığı, çünki bazada olan faktoloji biliklərə müraciət edəcək bir olduğu halda uşaq bildiklərini ortaya qoymaq üçün və assosiasiya yaratmaq. Assosiasiya dedikdə də necə assosiasiya yaranır? Axı bu fikirlər bir-biri ilə uyğun və oxşar fikirlərdir. Biri digərinin bir növ içərisindən çıxır. Klaster kimi, şaxələndirmək kimi. Bir-biri ilə əlaqəli olan fikirlərdir. Ona görə də demək, şagirdlər eyni bir fikrin əsasının ətrafında assosiasiya yaratma bacarığı da formalaşır. Əşyaların qeyri-adi istifadəsinə gəldikdə, demək, bu şagirdin yaradıcı təfəkkürünü formalaşdırır. Məsələn, tutalım ki, bir su içilən kapron tulkanı qoymusunuz ortaya. Deyirsiniz, bu nədir? Deyirlər su şüşəsindən, su butulkası. Bundan başqa necə istifadə edə bilərik? Bundan başqa nə hazırlaya bilərik? Və s. və s. Misal üçün. Və yaxud da başqa belə deyək də, tutalım siz bunu su içmək məqsədi ilə istifadə edirsiniz. Başqa hansı məqsədlərlə? Misal üçün, biri deyəcək, gül səbəti kiçik düzəltmək olar, biri deyəcək, demək, qapağını deşdirək, güllər, sularına qoymaq. Yəni, fərqli bir şeydir. Və yaxud da bənzədə də bilərlər. Yəni, burada.
Misal üçün, burada belə bir nümunə verilibdir. Müəllim şagirdə bir neçə əşya verib, bunlardan ikisini seçməyi istəyir. Sonra ona belə bir suallar verir. Bu iki əşyanı bir yerdə necə istifadə edə bilərsən? Onlarla nələr edə bilərsən? Yeri gəlmişkən, bax, bu yanaşmada əşyaların qeyri-adi istifadəsi, hər hansısa bir layihə dərs hazırlayırsınızsa, layihə dərsin başlanğıcı üçün yaxşı aktivləşdirmə olar bunda, yəni bu yanaşmada. Çünki siz hər hansısa bir sonda prototip ortaya çıxaracaqsınızsa, layihə əsaslı dərsdəsə, o zaman yəni bu şəkildə yanaşmadan öz məzmununuza uyğun istifadə edə bilərsiniz. Demək, əhəmiyyəti nədir bu oyunun? Şagirdlər adi, bildiyimiz əşyalar üçün qeyri-adi istifadələr yaradılır. Məsələn, birinci sinif şagirdi qaz-tukun təyyarədə oturacaq kəməri kimi istifadəsini təsəvvür edə bilər və s. Şagirddə nə formalaşır? Başlanğıcda da dediyimiz kimi, burada artıq yaradıcı təfəkkürdür. Sonra dəyərləndirmə, çünki əşyaları dəyərləndirir, sonra qərar verəcək ki, bundan nə üçün istifadə edə bilərəm. Tənqidi təfəkkür, təhlil etmə. Gələk qərarlar ağacına. Bura qədər dediklərimizlə bağlı sual var. Anlaşılmayan bir üsul var. Yoxdur. O zaman davam edək. Demək, gəldik qərarlar ağacına. Qərarlar ağacı nədir? İlk öncə ağac dedikdə gözünüzün öndə nə canlanır? Bir kökdən qaynaqlanıb və şaxələnib budaqlanan bir ağac və gövdə. Və qərarlar deyil. Çünki burada biz son anda o budaqlanan fikirlərdən qərarı müəyyən etməliyik. Son qərarın üzərində dayanmalıyıq. Alın. Axşamınız xeyir. Samir müəllimə qoşulmursuz dərsə. Başa düşürəm, bir yad adam deyirlər, sahilə dursun, qulluq eləsin. Tamam, tamam. Sonra, problem həll etmə zamanı şagirdlərdən tələb olunan bacarıqlardan biri də qərar qəbul etmədir ki, verilmiş üsulla bu bacarığı onlarda inkişaf etdirmək olar. Demək, bu necə tətbiq olunur? Gərək onun üzərinə. İlk öncə, yenə də müəyyən bir problem qoyulur ortaya. Beyin həmləsində mümkün olan həll yolları və ideyalar müəyyənləşir. Bax, gördüyünüz kimi bir məqamda nəzərinizə çatdırın. Nə vaxtsa sizə kimsə sual versə ki, bir üsulun içərisində başqa bir üsulu paralel şəkildə tətbiq etmək mümkündürmü? Bəzən bu suala müəllimlər yox cavab verir. Əslində bu çox mümkündür. Mümkün deyil, hətta bəzən vacib olur. Məsələn, tutalım ki, bu üsuldan istifadə edəcəksiniz qərarlar ağacından. Amma bu qərarlar ağacının başlanğıcında da yenə bir beyin həmləsi üsulundan istifadə etdiniz. Düzdürmü? Sual qoydunuz ortaya, düşündürücü bir fikri qoydunuz. Beyin həmləsində mümkün olan həll yolları və ideyalar müəyyənləşdirilir. Həll yollarının müsbət və mənfi tərəfləri müzakirə olunur və seçim dağılaraq 3 həll yolu saxlanır. Məsələn, tutalım ki, problem qoyuldu ortaya, şagirdlərdən fikirlər gəldi. Fikirləri mütləq şəkildə qeyd edirsiniz. Ya özünüz qeyd edirsiniz və yaxud da yuxarı sinifsə o şagirdlərin özləri də markerlə flipchartlarda və yaxud da lövhədə qeyd edə bilərlər. Bir neçə həll yolu qeyd olunur fikirlər. Sonra bunları şagirdlərlə birgə müzakirə edə çox da lazım olmayan fikirlərin üzərindən xətt çəkirsiniz. Sona ən axıra 3 dənəsini saxlayırsınız. 3 əsas bu problemi həll edəcək fikir. Və bu 3 fikrə sonra təkrar qiymət verilir. Yəni, tutalım ki, şagirdlər gəlir, bu fikirdən razıyam, bununla razı deyiləm, onunla razıyam, bununla razı deyiləm deyə plus minuslarla işarə qoyur. Yəni, sonra isə ən sonda hansı daha çox səs toplayıbsa, həmin fikir qəbul olunur və problemin həlli onun üzərindən davam olunur. Təbii ki, burada yanlış seçimlər də ola bilər. Artıq o zaman siz öz fasilitatorluq bacarığınızı işə salırsınız və doğru yönəldirsiniz. Demək, burada da son anda qeyd olunur 3 variantdan biri seçilir, reallaşdırma planı çizilır və son həll yolu müəyyənləşdirilir. Şagirddə hansı bacarıqlar formalaşır? Demək, çətin vəziyyətdə qərar qəbul etməlidir.
Sonra səbəbləri təhlil etmək, fikrini əsaslandırmaq, ümumiləşdirmək, nəticə çıxarmaq, dəyərləndirmək, tənqidi məntiqi təfəkkürün inkişafı, əməkdaşlıq, komanda işinə hörmət. Burada da görürsünüz, bax bu qərarlar ağacıdır. İndi burada problem sözü yazılıb, tutam siz yazdınız burada ekologiya. Misal üçün. Siz problemin özünü yazırsınız. Bu sadəcə söz olaraq yazır. Burada da həlli yolları yazılan yerə həmin dediyi fikirlər yazırsınız. Bir neçə fikir səslənib, ona üçünü saxladınız. Misal üçün, ekoloji problemlərin, havanın ekologiyası, həlli yolları. Deyək ki, birinciyə deyirlər ki, velosipeddən istifadə edir. İkinci yol, deyək ki, yaşıllıqların salınması. Üçüncü yol, nə bilim nə, hər nəysə. Əsasları saxladılar. Burada da uşaqlar cavablandıra getdi. Plus minusların sayına baxırıq və baxırıq ki, harada filusun sayı daha çoxdur. Misal üçün, burada 2 dənə minus var, bunu seçmirik. Burada 5 dənə minus var, seçmirik. Burada isə cəmi 1 dənə minusu var bu fikrin. Demək, biz mərkəzdə olan burada yazılan fikir nə isə onu seçirik, yəni uşaqlar onu seçir. Sinektika nədir? Ola bilər ki, bu sizə yeni görünə bilər. Biz də artıq neçə illərdir bu üsulda haqqında danışırıq. Amma yenə də bəzilərinin üçün yeni ola bilər. Yəni, hər gün işlənən bir fikir deyil. Demək, Yunan dilində müxtəlif cinsli elementlərin birləşməsidir. Sosial-psixoloji motivasiyaya əsaslanan kollektiv intellektual fəaliyyətin nəticəsinə və tənqidi yaradıcı təfəkkürün inkişafına yönəlmişdir. Tənqidi təfəkkürün inkişafı bir çox üsullarda var. Amma sizin qarşınıza sual çıxacaqdır. Bu da düşür suallara. Deyir ki, sosial-psixoloji motivasiyaya əsaslanan iş üsulu hansıdır? Bir də qeyd edirəm, sosial-psixoloji motivasiyaya əsaslanan. Həm sosial tərəfindən, yəni ünsiyyət və s. baxımından, demək, şagirdin fərdlər arası inkişafı formalaşması üçün, həmçinin psixoloji motivasiya baxımından, yəni önəmli yanaşmadır sinektika. Necə tətbiq olunur? Bir mövzu ətrafında müzakirə təşkil edilir, onun həll yollarını, kreativ yollar, yəni daha yaradıcı yollar tapılması təklif edilir. Problemin həll yolları müzakirə olunur, müsbət və mənfi tərəflər müəyyənləşdirilir. Məsələn, bir qrup problem irəli sürən tərəf kimi, digər isə problemin həll yollarını təklif edənlər kimi çıxış edirlər. Müzakirəni idarə edən şəxs hər iki tərəfin fikirlərini idarə etməyə şərait yaradır. Daha sadə dildə deyildə, misal üçün, bizdə Azərbaycanda hələ o formalaşmayıbdır, elə bir şeylər bildiyim qədər hələ ki yoxdur. Amma xarici ölkədə konkret olaraq sinektiklər var. Yəni, necə ki, reklam şirkətləri var, onlar hər hansısa bir brendin, hər hansısa bir məhsulun reklamını edirlər, o şəkildə pul qazanırlar. Eləcə də sinektiklərin bir qurumları, şirkətləri var ki, onlar da bu şəkildə xidmət göstərir. Yəni, maraqlı yeni ideyalar verirlər. Və onlara müraciət edənlər kimdir? Onlara müraciət edən güclü biznesmenlərdir, fəaliyyəti nisbətən getdikcə zəifləyən, tutan ki, hər hansısa bir satış obyektlərdir və s. Onlar problemlə gedirlər, sinektiklər dəvət edirlər, onlar gəlirlər, problemi çözürlər, baxırlar, araşdırırlar və problemin həlli üçün variantlar təklif edirlər. Və orada o sinektiklərin, o fəaliyyətlə məşğul olan şəxslərin xərcini həmin müəssisə çəkir təbii ki. Çünki onlara xidmət göstərir sinektiklər və onların deyək ki, hər hansısa bir, misal üçün, tutan ki, satışda azalma var. Hər hansısa bir, deyək ki, nədəsə bir problem var. Və yaxud da bunların brendinin üzərinə çıxacaq bir yeni brend gəlib bazar. Bunların məhsulunu artıq o batıra gedir. Və sinektiklər bunları təhlil edib, əsas problemin kökünü tapandan sonra öz variantlarını təklif edirlər. Təbii ki, o da yenə də ödəniş müqabilində. Və problem həll oluncaya qədər onlar həmin o problemin birgə həll olunmasına istiqamət verir, həmin müəssisəyə. Bax, burada da sinektika yanaşması. Problem qoyulur ortaya, burada da ona görə qeyd olunur ki, bir qrup problemi irəli sürən tərəf kimi, digər isə problemin həll yolunu təklif edən o sinektiklər olurlar onlar, çıxış edirlər. Və bir nəfər də bu ola bilsin, yuxarı sinif şagirdləridirsə, şagirdlərin özünə seçilə bilər. Yox, istəsə müəllim özü də həmin müzakirəni idarə edə bilər. Yeri gəlmişkən sinektikada müzakirə üsuludur. Bəzən qarşınıza belə suallar çıxacaq, aşağıda olan iş üsullarından
müzakirə üçün uyğun olanları seçin. Bax, sinektikada müzakirə üsullarından biridir. Demək, burada da yenə problemlər ortaya qoyulur, problemin həlli yolları qarşı tərəfdən təklif olunur və qarşı tərəfə onlar yolları deyirlər, problemli tərəfə, sinektiklər problemin həlli yollarını verirlər, onlar da onlar üçün uyğun olanı seçirlər. Və burada nümunə veribdir, misal üçün, mən istərdim ki, bu məsələnin həlli, yəni bu tipli cümlələr fikirləri ifadə edirlər bu tipdə cümlələrlə. Yenə də sinektika üçün materiallar, sinektika üçün, yəni bu cür müzakirə üsulu üçün bu şəkildə fikirlər daha öncədən yazılıb əlinizin altında olması məsləhətdir. Yəni düşünürsünüzsə, sabah mən dərsdə sinektikan demək keçirəcəm. Bu üsuldan da istifadə edəcəm dərsin filan hissəsində, filan yerdə. O zaman çalışın ki, bax bu fikirlər təxminən də olsa əlinizin altında olsun. Çünki siz artıq prosesi bilirsiniz, dərsin məzmununu bilirsiniz. Problemin hansı şəkildə ortaya çıxacağını da təxmin edə bilərsiniz. Şagirddə hansı bacarıqlar formalaşır? Problem həll etməli, təbii ki. Sonra problemin optimal həll yolunun seçilməsi, fikrin interpretasiya olunması. Çünki qarşı tərəf fikir bildirdikdə o interpretasiya edəcək. Misal üçün, aha, deməli siz demək istəyirsiniz ki, bu məsələ budur, bu da budur. Misal üçün, bu şəkildə yanaşmadan gedir interpretasiya. Başqasının fikrinə hörmətdir, fikrini əsaslandırmadır, tənqidi məntiqi təfəkkürdür, yaradıcıdır. Sonra yenə də assosiasiyaların yaradılması. Çünki mövcud problem və təklif olunan həll yollarının da bir-biri ilə əlaqəsi olur birbaşa. Eyni zamanda da dinləmə mədəniyyəti. Bura qədər dediklərimlə bağlı kimdəsə sual yarandı. Kimsə sualı var. Yoxsa davam edir. Sonra nə olardı əgər? Bu da bir növ proqnozlaşdırma üsuludur. Yeri gəlmişkən bayaqki proqnozlaşdırma və bir də yenə də sual çıxa bilər qarşınızda ki, proqnozlaşdırma ilə bağlı olan üsulları seçin. Nə olardı əgər? Bu üsul da proqnozlaşdırma üsulu sayılır. Niyə? Çünki biz hələ davamını bilmədiyimiz bir şeyi və yaxud mövcud olmayan bir şeyi sanki proqnozunu tələb edir uşaqdan. Nə olardı əgər filan şey olmasaydı? Məsələn, burada nümunələr var. Məsələn, günəş yox olsa nə olar? Hadisələrin davamını söylər. Yəni, bayaq kimi proqnoz vermək. Əgər belə davam edərsə, hadisə necə tamamlanır? Bunlar hamısı şagirdlərdə həm proqnoz vermə bacarığını formalaşdırır, həm məntiqi təfəkkürü formalaşdırır, həm burada fikir bildirəcəklər, münasibət bildirəcəklər, dəyərləndirmə formalaşacaq uşaqlarda. Fryer modelinə gələk. Fryer modeli nədir? Söz analizi aparmaq və söz ehtiyatı yaratmaq üçün istifadə edilən iş vərəqidir. Fryer modelinin ümumiyyətlə internet üzərində də onlayn özünün belə bir səhifəsi var. Birbaşa Fryer modelinin müxtəlif nümunələrini təqdim edir ki, hazır oradan siz götürüb həmin modeldən də öz dərslərinizdə istifadə edə bilərsiniz. Yəni, orada konkret olaraq yapay zəka alətidir, belə deyək də. Sistem özü onu hazırlayır. Sadəcə siz o fikirlərinizi əlavə edirsiniz. Çünki o ingilis dilindədir. Siz Azərbaycan dilində fikirlər ifadə edəcəksiniz ora. Fryer modeli dedikdə nə nəzərdə tutulur? Gəlin mən bir real nümunədə göstərim sizin üçün daha rahat və aydın olsun. Baxın, bax bu şəkildə bir modeldir. Görürsünüz. Mərkəzdə əsas söz yazılır. Kənarlarda həmin fikrin açıqlaması, həmin fikrin qaydası, həmin fikrə aid olan nümunələr və bir də həmin fikrə aid olmayan nümunələr. Baxın, bax, görürsünüz bu vərəqi. Bax, bu əllə yazılıbdır. Bu nədir? Müəllim çıxarıb, çap edibdir, veribdir. Əsas fikir ortadadır və kənarlarına uşaqlar öz fikirlərini qeyd edir. Qrup işlər üçün də məqsəd uyğundur. Bu, fərdi iş kimi də verə bilərsiniz. Dilində maraqlı var. Daha sadəsinə baxaq.
Ekranda görürsünüz bu hissəni, bu şəkli. Buna baxaq da, bunu da izah edəcəm. Deməli, mərkəzdə tutalım yazdınız. Deyək ki, düz bucaqlı məsələn və yaxud da nə isə belə bir deyək ki, yazdınız. Birinci, bununla bağlı izah verilir. Məsələn, tutalım ki, düz bucaqlı nədir? 4 tərəfi, 4 təpəsi olan, düz bucaqlar olan deyək ki, figur. Sonra bunun haqqında biraz da geniş açıqlamalar qeyd olunur. Bir hissədə həmin o fikirlə bağlı nümunələr əks olunur. Bunun şəkil formatında da çəkə bilər uşaq, verdiyiniz tapşırıqdan, komandadan asılı olaraq. Eyni zamanda sözlü şəkildə də ifadə edə bilər. Və sonuncuda həmin fikrin əksinə olan, misal üçün biz əgər burada düz bucaqdan danışılsa, görürsünüz, burada çox bucaqlıdır, dairədir və 3 bucaqdır. Aid olmayanlar. Bu da yenə uşağın təhlil bacarığını formalaşdırmış olur. Məsələn, baxaq buna. Türk dilindədir, bu sizə daha aydın olacaq. Deməli, müzakirə olunacaq məsələ ulduzdur. Gördünüz, qoyub mərkəzə ulduz sözünü. Ulduz sözünü qoyub mərkəzə. İndi kənarında bunun qaydasını tutalım ki, veribdir. Uzaydakı böyük bir qaz topu yanar kimi işıq verir. Sonra biraz böyütsəm görəcəm. Yenə də özəlliklər, yəni ulduza xas olan əlamətləri burada veribdir. Örnəklər, nümunələr, ulduza aid nümunələri veribdir. Bu birisi sonuncu tərəfdə isə, aşağı sağ köşədə isə örnəklər olmaz. Yəni bu aid deyil, ulduza aid olmayanlar olur. Bu da qeyd olunmalıdır. Burada da açıqlamaları var. Demək, özəllikləri qeyd edibdir. Ulduzlar fərqli boyutda, yəni fərqli ölçülərdə və rənglərdə ola bilir. Bir ulduzun ana qazı hidrogendir, yəni əsas tərkibi deyək. Sonra burada da örnəklər veribdir. Burada isə ona aid olmayan, yəni örnək ola bilməyən şeyləri veribdir. Bu şəkildə. Yəni, bax, Fryer modeli budur. Və boş vərəqində bunlar hazır kompüterdə yığıblar nümunə üçün. Bizdə isə demək necə olacaqdır, bax bu şəkildə. Burada da görürsünüz var. Kavram, terim, yəni nümunə nəyi yazırsınız? Burada yazır sürünənlər. Sürünənlər haqqında qayda, sürünənlərə xas olan əlamətlər, sürünənlərdən örnəklər, şəkil ola bilər, heyvan şəkilləri və s. Bir də örnək olmayanlar. Misal üçün, burada da bu şəkillər çəkdi uşaq. Örnək olmayanlar. Aydınım, yəni bu şəkildə olur Fryer modeli. Və burada da qeyd olunur, demək, 4 bucaqlı model şagirdlərə bir sözü və ya konsepsiyanı onun birinci tərifini verir, 2 vacib xüsusiyyətlərini sadalayır, 3 nümunələr göstərir və 4 də qeyri nümunələr. Yəni, orada səslənən fikrin tamamilə əksinə olan nümunələrdən gedir söhbət. Necə tətbiq olunmasını yəqin ki, gördünüz. Qaranlıq qalmadı sizə. O şəkildə vərəqi elə ki, çap edirsiniz. Mərkəzdə əsas fikri yazmaq üçün həmin fikrə aid olan qayda, ona xas olan özəlliklər, nümunələr və qeyri-nümunələr. Yəni, bu şəkildə gedir. Sonra şagirddə nə formalaşır? Burada varmış artıq. Nümunə burada var.
Əvvəlki biliklə yeni biliyi əlaqələndirir, təhlil edir, məntiqi təfəkkür və əməkdaşlıq. Əgər cütlərlə işləyirsə və ya qruplarla işləyirsə. Burada görürsünüz, yazıb bura ədat. İndi izah, tərif verib. Sözlərin və cümlələrin təsir gücünü artıran köməkçi nitq hissəsidir. İndi burada ona xas olan özəllikləri verir. Ancaq sən ona kömək edə bilərsən. Elə mən də belə düşünürdüm. Sonra ədatların mənaca müxtəlif növləri var. Qüvvətləndirici, dəqiqləşdirici, məhdudlaşdırıcı. Ona aid olanları yazıbdır. Burada isə əksi. Demək, antonim nə deyir? Xarakterik deyil. Ayrılıqda leksik mənaya malik olmur, suala cavab vermir, cümlə üzvü olmur. Görürsünüz, aid olmayanlar da burada qeyd edir. Sonra sinqveyn nədir? Sinqveyn bir növ xəmsə kimi beşlik deyilir. Bəzi hallarda buna şeir formatı kimi də baxılır, yəni bu şəkildə də baxılır. Necə tətbiq olunur? Bu şəkildə bir piramida olur. Birinci hissədə, yuxarıdan birinci hissədə, piramidanın lap uc hissəsində bir dənə isim söz seçilir. Sonra həmin ismi açıqlaya biləcək iki sifət qeyd olunur. Sonra yenə də başda olan bu isimlə əlaqəsi olan 3 feil qeyd olunur. Burada dördüncüdə 4 sözdən ibarət söz birləşməsi və yaxud da cümlə yenə də aid olmalıdır birincidə vurğulanan ismə. Və ən sonunda bu 4 dənə ki var daha təhlil edə gəldiniz. Bunlar ümumiləşdirilir və yenə də bircə dənə fikirlə, bu da isim olacaq, son bir fikirlə demək yekunlaşır, məhdudlaşır. Məsələn, tutalım ki, burada yazmışıq qarğa. Burada sifət demək yazırıq qaradır, misal üçün deyək ki, tüklüdür. 2 dənə sifət yazdıq. Necə? İndi 3 dənə feil. Qarıldayır, oğurlayır, uçur. Nə edir? 3 dənə feil yazdıq mı qarğa ilə bağlı? Sonra 4 sözdən ibarət söz birləşməsi və ya cümlə. Qarğa qışda isti ölkələrə uçmur. Misal üçün. Burada 4 dənə söz olmalıdır. Mənə deyəsən 5 alındı. Nəysə ilə tənzimləyirsiniz ki 4 olur. Daha doğrusu tapşırığı verəndə uşağa verirsiniz və bunu öncədən izah edirsiniz ki bu şəkildə olacaq. Sonra gəldik. İndi biz burada yazılan fikirləri yuxarıda yazdığımız qarğa kimi deyil də burada demək tək bir kəlmə ilə ifadə edirik. Məsələn, tutalım ki, bir isimlə. Deyək ki, burada yazdıq müştəbil. Məsələn, özündən razı. Deyək ki. Burada da yenə nümunə verib. Həyat bilgisi dərslərində şagirdlərə müxtəlif mövzularda sinqveyn yazdırmaq olar. Nümunə yoxdur burada. Nəysə, nümunəni dedim mən. Sonra, anlayışın çıxarılması nədir? Adından da göründüyü kimi fikrin içərisində hər hansısa bir anlayışın müəyyən olunması. Şagirdlərin bildikləri əsas arasında nə dərəcədə düzgün əlaqə yarada bildiklərini və bəzən keçirilənlərin anlama dərəcəsini yoxlamaq üçün istifadə edilir. Çox asan şəkildə həyata keçirilir. Hər hansısa bir söz yazılır. Təbii ki, yenə də sizin təlim nəticəsinə götürəcək fikirlərdən biri ola bilər. Və onun ümumi cəhəti soruşur. Ümumi cəhətini soruşur. Şagird əlamətləri və ya xüsusiyyətlər arasında ortaq nöqtəni tapıb bir sözlə ifadə edir. Məsələn, nümunəyə baxaq. Mərkəzdə sual işarəsi qoyub, kənarlarda, yəni bu şəkildə də keçirə bilir, ikinci yanaşmanı deyəcəm. Yazıb, böyürtkan, çiyələk, qarpız, moruq. Kənarda fikirlər yazılır. İndi bunu deyir, ümumiləşdir, bir dənə fikirlə ifadə et. Uşaq da tutan dedi, giləmeylə. Giləmeylə dedikdən sonra müəllim kartı fırlayır, öncədən bu yapışdırılmış olur lövhəyə və yaxud da divara və bunun altında gizli olan fikir açılır. Uşaq baxır, görür ki, doğrudan da giləmeylə yazılmış müəllimlər. Və yaxud da bu hissələr heç biri olmur. Hələ ki, müəllim yenə də sual işarəsinin arxasına bir fikir gizlədir. Məsələn, tutalım ki, burada yazmışsınız deyək ki,
Misal üçün kimyada tutalım ki. Bunun altında yazmışsınız eroziya hadisəsi. Eroziyadır yoxsa korroziya hadisəsidir o paslanma falan. Nə hadisəsi gedir olar kimyada? Səsin işitilir. Səsim gəlir müəllimə. O kimyada necə adlanır? Kimyaçı var aramızda. Kimyaçılarımızdan var burada. Yoxdur. Olsun biyologiya deyək. Məsələn, tutalım ki, burada keçirecək dərsinizi qoymuşsunuz. Məsələn, tutalım ki, yenə götürək ekologiyanı. Ekologiyadır mövzu. Amma açmırsınız. Uşaq bilmir bunun arxasında nə var. Və ilkin olaraq bir sualla, bir-iki sual atırsınız ortaya. Bunun arxasında nə ola bilər? Uşaqlar sizə suallarla müraciət edir. Siz yalnız bəli və xeyir deyirsiniz. Cavab vermirsiniz qəti şəkildə. Məsələn, tutalım uşaq deyir ki, əşyadır, xeyir. Qidadır, xeyir. Canlıdır, xeyir. O zaman fikirdir, bəli. Götürdünüz burada, şaxələndirdiniz və burada yazdınız, misal üçün fikir. Sonra onlar artıq orada bu şəkildə sual verə-verə arada sırada yenə də səsləndirəcəklər. Əgər doğru olursa, o zaman kart açırsınız və onlar həmin doğru fikri görmüş olur. Yəni, anlayış tapılmış olur. Karusel nədir? Bilgi öyrənməni və yoldaş qiymətləndirməsini təmin edən iş üsullarından biridir. Karusel dedikdə necə həyata keçir? Yəni, saat əqrəbi istiqamətlə karusel həmişə necə kullanır? Bu şəkildə də saat əqrəbi istiqamətlə, düzdürmü? Və bu da bir növ, yəni saat əqrəbi istiqamətlə tapşırıqların qruplar arasında fırladılması və hər qrupun ona fikir bildirməsini təmin etməkdir. Şagirdlər qruplara bölünür, sonra tapşırıq verilir. Tapşırıqlar hər qrup tərəfindən yerinə getiriləndən sonra iş vərəqi digər qruplara ötürülür. Və yaxud da qeyd etdiyim kimi, bax, o baxımdan da bu üsula karusel deyilir. Misal üçün, tutalım ki, birinci, ikinci, üçüncü, dördüncü qrupa tapşırıq vermişsiniz. Birinci qrup öz tapşırığını cavablandırdı, ötürdü 2-yə. 2 də özünün ikinci tapşırığını yazdı, 2-yə aid olan tapşırığı yazıb, ötürmüşdü 3-ə. Əvəzində biri təhvil aldı. Bu şəkildə dövr edə-edə deyir, ən sonunda hərənin öz tapşırığı gəlib öz qarşısına çıxanda dayanılır. Yəni, cəmi bir dəfə hər qruplar tərəfindən həmin fikir cəmi bir dəfə həmin fikrə fikir bildirilir. Və bu baxımdan da karusel deyilir. Yəni, bu şəkildə qruplar arasında ötürülür. Şagirddə hansı bacarıq formalaşılır? Məntiqi tənqidi, yaradıcı təfəkkürü eyni zamanda, çünki orada bəzi fikirlər olacaqdır. Müstəqil düşünməni inkişaf etdirir, ünsiyyət bacarığı, dəyərləndirmə, qarşılıqlı əlaqə və fikri ümumiləşdirmə. Klaster nədir? Klaster sonu yəqin çoxlarınız bilirsiniz, çoxdanın tətbiq olunan üsullarındandır. Şaxələndirmə dediyimizdə nədir? Misal üçün, tutam keçəcəyiniz mövzu ilə bağlı şagirdlərin ilkin biliklərini müəyyən etmək istəyirsiniz. Yəni, bu faktoloji bilikləri üzrə çıxaracaq, burada heç bir yenilik yoxdur. Ən sonunda yenə də artıq öyrəndikləri faktoloji bilgiyə çevrildikdən sonra əlavələrinizi edə bilərsiniz. Dərsin əvvəlində keçirilməsi məsləhətdir şaxələndirmənin. Mərkəzdə sizə lazım olan əsas fikri yerləşdirdiniz. Deyirsiniz, uşaqlar, burada mərkəzdə olan fikirlə bağlı fikirlər səsləndirir. Uşaqlar fikirləri səsləndirdikcə siz onları şaxələndirirsiniz bu şəkildə. Hər şaxələnin ucuna uşaqların dediyi fikri vurğuluyursunuz. Tam burada vətəndirsə, vətənə aid olan nədir? Tutan torpaq, sonra təbii sərvətlər, nə bilim, nələr dedilər. İndi uşaqlardan biri də dedi ki, neft. Artıq nefti bura birləşdirmirsiniz. Artıq nefti bu təbii sərvətlər yazılan qoldan bir dənə də qolu ayırdınız. Biri dedi, tutalım ki, pambıq, onu da buradan qolu ayırdınız. Bax, ona görə də bu şəkildə şaxələndiyinə görə də hər fikir haradasa, misal üçün, pambıqdan sonra biri də dedi ki, parça artıq onu təbii sərvətlərə deyil, pambığa birləşdirirsiniz parça sözünü, xətlərini. Aydındır. Bax, bu yanaşma, yəni bu formatda olduğuna görə də məhz elə buna bu üsula şaxələndirmə klaster deyilir. Şagirddə hansı bacarıqları formalaşdırır? Əsasən faktoloji biliyə aid olur. Burada da görürsünüz, mövzu qoyulur və mövzudan neçə fikir çıxarılır? 2, 3, 4, 5 dənə əsas fikir çıxarılıbdır. Ədalətli hökmdar, əmək, ana, vətən, müharibə. Anaya məhəbbət, görürsünüz, ana xəttinə qoşublar.
Ananın fədakarlığı, ana borcu, hamısını ana ilə əlaqələndirirlər. Vətəni qorumaq, vətənin qəhrəmanları, vətən borcu. Vətənin qəhrəmanlarından da bir şaxələndirmə çıxır. Fədakarlıq, şücaət. Sonra müharibədə çətinlik, işğalçılıq siyasəti, qalibiyyət, məğlubiyyət. Gördüyünüz kimi fikirlər, yəni hər birisi özünə uyğun olan söz və ifadə ilə şaxələndirilir. Müzakirə xəritəsindəndir. Yenə də müzakirə üsuludur. Hər hansısa bir yenə mövzu məzmunu seçirsiniz və həmin mövzu ətrafında ideyalar, informasiyalar, təəssüratlar, tənqidin və təkliflərin qarşılıqlı fikir mübadiləsidir. Müzakirə xəritəsi şagirdin şəxsi konseptual anlayışını qurmağa, bunu da özünüz üçün qeyd edirsiniz, şəxsi konseptual anlayış məsələsini, ideyalarını əsaslandırmağa, müzakirəni stimullaşdırmağa kömək edir. Əgər sizin qarşınıza çıxan sualda şəxsi konseptual anlayış qurmaq deyilirsə, o zaman demək siz müzakirə xəritəsini seçəcəksiniz. Necə tətbiq olunur? Burada bir ardıcıl addımlar var, alqoritmik şəkildə. Geniş spektrli sual verilir, yəni çox düşündürücü. Sual içərisindən sual gətirən bir sual verilir. Müəllim tərəfindən öncədən tərtib olunur. Gündəlik planlaşma hazırlananda bu suallar, cavablar və fərziyyələr dinlənilir. Hətta məsləhətdir ki, qeydə alınsın fikirlər. Deyilənlər üçün izah və əsaslandırmalar istənilir. Yəni, sən bu fikri bildirdin. Nəyə əsasən sən bildirdin? Nə üçün bu qənaətə gəldin? Fikrini əsaslandırmaq üçün də dəlillər, faktlar ortaya qoymalıdır ki, bu da şagirddə tənqid təfəkkürü, yəni dəyərləndirməni formalaşdırır. Alternativ fikir və ideyaları sövq edir. Bu da yaradıcı təfəkkürü formalaşdıracaq. Çünki alternativ, yəni tutam ki, müəyyən bir fikirlər var, tamamilə bu da bir fərqli fikir qoydu ortaya. Fikirlər əsas mövzuya yönəldən sual verilir, müzakirənin sonunda əsas məqamlar və deyilən fikirlər ümumiləşdirilir və bir daha təkrarən vurğulanır. Demək, burada da öncədən niyə proqnozlaşdırma? Çünki bu nə idi? Müzakirə xəritəsi idi. Verilən fikir ortaya qoyulmuşdu. Hələ bilmirik sonunda nə olacaq, amma öncədən proqnozlaşdırmalar da olur. Alternativ fikir filan söylədikdə də yəni bu proses baş verir. Təhlil etmə, fikir ifadə etmə, nəticə çıxarma, məntiqi tənqid təfəkkür, əsaslandırma, şifahi bacarıqlar, çünki şəxsi fikir bildirəcəklər. Dinləmə mədəniyyəti, dinləməsələr cavab verə bilməyəcəklər. Ümumiləşdirmə, çünki ən sonunda zaten burada ümumiləşdirmə demək istəniləcək. Və burada da yenə bir nümunə verildi. Qızıl Gülün adı bir müəllifin yazısını verildi. Və buradan şaxələndirmə tipində neyniyyəti, müzakirə xəritəsini qurubdur. Bayaqları bizdə klasterdə sadəcə şaxələndirilirsə, indi burada diqqət edin. Burada da əslində yaxındır şaxələndirməyə. Amma bir balaca fərq bundadır ki, burada sanki həmin əsərin bir növ xəritəsini qurur. Həmin fikrin xəritəsini qurur. Mövzu, din, personajlar, məkan. Mövzudan çıxarıb nələri? Tarix, fəlsəfə, dedikdir. Tarixdən nəyi çıxarıb? İntibah dövrü. Demək, həmin əsərdə intibah dövründən danışır. Fəlsəfədən nə danışılır orada? Yunan fəlsəfəsindən danışır. Kimdən? Aristoteldən. Aristotelin nəyindən deyək? Poetikadan. Dedektiv var mövzunun içərisində. Dedektivdə nə var? Xəfiyyə. Xəfiyyə kimdir? Baskervilli bilir. Gördüyünüz kimi, artıq bu xəritəyə baxanda o əsəri, o kitabı oxumayan şəxsdə belə müəyyən o əsərlə bağlı fikir formalaşmış olur. Artıq biz bildik ki, Qızıl Gülün adı əsərində demək, əsas mövzu tarix, fəlsəfə və dedektivdir. Və bildik ki, orada əsərin qəhrəmanları var. Aristotel var, Baskervilli William var. Aristotel deyək, Yunan fəlsəfəsi ilə bağlı, sonra xəfiyyə olan şəxs, dedektiv olan Baskervilli Williamdır. Sonra həmin əsər hansı dövrə əhatə edir? İntibah dövrünü. Sonra dinlə bağlı da orada mövzular var. Hansı dinlərdən söhbət açılır o əsərdə? Katolik kilsəsindən, sonra inkvizisiyadan, sonra Dulsinalılardan, sonra burada da yenə parçalayır. Katolik kilsəsi dedikdə nələr var orada? Papa 12-ci İohandan danışılır. Nə bilim, personajlar kimlərdir? Williamdır, Adelmodur. Williamı açıqlayır artıq. O xəritəsini yaradır. Tükənməyən enerjiyə malikdir, güclü vizualizasiya bacarığına malikdir, emosiyaların yüksək səviyyədə idarə edir. Adelmoda nədir? İlluminatordur və əsərin qurbanıdır. İlluminatorda nədir? Dekorasiyalar çəkən rəssam,
fikrində naşıdır. Sonra məkan, yəni bu şəkildə davam edir. Gördüyümüz kimi bu kiçik xəritə qısa vaxt ərzində bütöv əsərin, yəni təhlilinə gətirib çıxarır. Həm bu yanaşma müəllimin də işini asanlaşdırır. Misal üçün bu ədəbiyyat dərslərində də ola bilər, oxu dərslərində, xarici dil dərslərində ola bilər və sizin mövzularla da bağlı ola bilər. Ümumiləşdirici dərslərdə də istifadə edə bilərsiniz bu yanaşmadan. Artıq oxumuş hissə, yəni oxunmuş hissə, olub bitmiş hissə ilə bağlı dərsinizi ümumiləşdirməyə çalışırsa, hər hansısa bir siniflə bağlı, hər hansısa bir bölmə ilə bağlı həmin o bölməni ortaya qoya bilərsiniz və o şəkildə müzakirə xəritəsi yarada bilərsiniz. Məsələn, tutan ki, burada çiçəkli bitkilərdir, bunu ümumiləşdirirsiniz. Artıq bu mövzular çiçəkli bitkilərlə bağlı bir neçə mövzu keçmişsiniz. Sonuncu ümumiləşdirmə dərsidir. Burada qoydunuz, deyək ki, çiçəkli bitkilər. Və bu faktoloji biliklərə dayanır. Burada yüksək bir, belə deyək, bacarıq formalaşdırmır uşaqda. Burada təhlil bacarığını daha çox formalaşdırır. Dəyərləndirmə bacarığını formalaşdırır. Və burada da çiçəkli bitkilərlə bağlı deyək ki, onlar fikirləri bildirəcəklər. Çiçəkli bitkilərdən deyək ki, nə bilim, nələr varsa bir neçələrini yazdılar. Sonra onlara xas olan xüsusiyyətləri və sairəni yazılır. Və siz o aktiv müzakirədə artıq biz gözünüzlə diqqətlə baxdıqda, formativ təhlillər apardıqda da görürsünüz ki, hansı uşağın bu haqda informasiyası necədir. Akvariuma gəldikdə, akvariumda müzakirə üsullarındandır, özünüz üçün istəsəz qeyd edə bilərsiniz. Akvarium necə həyata keçirilir? Şəkildə gördüyünüz kimi, akvariumda daxili və xarici dairələr olur. Tapşırıq verilir, daxili dairə oturur, həmin tapşırığı müzakirə edir, onların qarşısında stol olur. Xarici dairə isə, baxın qarşılarında stol yoxdur və onlar artıq içəridə oturanları müşahidə edirlər, sanki müsiflər heyəti olaraq. Hətta gərəkirsə özləri ilə, demək, orada baş verən proseslərlə bağlı özlərində olan vərəqdə, dəftərdə qeydlər aparırlar. Və müzakirə burada pıçıltı ilə deyil, yəni hər kəsin işləyə biləcəyi tərzdə aparılır ki, digər kənarda əyləşən xarici dairənin nümayəndələri də müzakirəni daha yaxından izləyə bilsinlər və qeydlər apara bilsinlər. Demək, onlar qeydlər götürdükdən sonra, müzakirə müəllimin elan etdiyi vaxtda bitdikdən sonra yerlər dəyişilir. Daxili dairə xarici dairəyə, xarici dairə daxili dairəyə keçir. Burada hissə də ola bilər şagird sayından asılı olaraq, yəni bu proses. Hətta akvarium, əgər sinif mühiti genişdirsə, eyni mühitdə 2 akvarium da təşkil etmək olar sinifdə. Daha böyük ölçülü sinif otaqları varsa və şagird sayı azdırsa, bunu etmək mümkündür. Sonra ikincilər, yəni burada müəllimin yanaşmasından asılı olaraq dəyişə bilər. Ola bilsin ki, bunlar müzakirə vərəqlərini stolda qoyub kənara çəkildilər, davamlı gəlib onlar müzakirə edəcək və yaxud oradakı müzakirələrə əlavə edib fikirlər bildirəcəklər, nələrsə dəyişəcəklər. Belə də ola bilər. Və yaxud da bunların müzakirə etdikləri fikir yenə də bugünkü mövzu ilə əlaqədar, amma biraz fərqli yönə, xarici dairə təzələnən ki, ortaya qoşuldu, onlar artıq müzakirəyə başladı. Onlar üçün də ikinci bir tapşırığı müəllim müəyyən edə bilər. Yəni, bu sizin özünüzdən asılıdır. Sonra, burada da yenə necə aparılmağını qeyd ediblər. Sonra, insident üzərində işlənir. İnsident, biz tez-tez daha çox xəbərlər proqramında bu kəlməni eşidirik. Filan yerdə filan insident baş verdi. Yəni, bir hadisə baş verdi. Və burada hadisədən söhbət gedirsə, demək, əsas bunun məğzi nədir? İnsident üzərində işdə məhz elə olmuş real həyat hadisələri üzərində problem həll etmə bacarığını formalaşdıracaq. Öncədən hazırladığınız situasiya və yaxud internetdən götürdüyünüz hər hansısa bir real həyat problemi ola bilər bu. Və həmin problemi siz artıq birlikdə müzakirə edəcəksiniz. Demək, həmin situasiya şagirdlərə, siniflərə təqdim edəcəksiniz və həmin problemin, situasiyanın həlli yolu üçün uşaqlardan fikir istəyəcəksiniz. Uşaqlar da müəyyən fikirlər bildirəcək, fikirlər təbii ki, qeyd alınacaq, qeyd olunacaq, onların arasından ən əsas olan fikirlər saxlanılacaq və sonunda yenə də problemin dəqiq hansı yöndə həll olunması məsələsi tam demək təhlil olunacaq. Şagirddə hansı bacarıq formalaşır? Problem həlli, məntiqi tənqidi düşüncə, qiymətləndirmə, fikir ifadə etmə, fikrini əsaslandırma və nəticə çıxarma.
3-2-1 üsuluna biz sizinlə toxunmuşduq hansısa yanaşmada şagirdlərin demək fəal sinif mühitinin yaradılmasına və s. də baxmışdıq bu üsula. 3-2-1 nədir? Bir daha təkrar edək. Kartlar şəklində ola bilər bu. Baxırsınız öz yanaşmanıza. Öyrəndiyiniz 3 məqamı yazın. Sizə maraqlı gələn 2 məqamı yazın. Hələ də sizi maraqlandıran və yaxud cavab tapmadığınız bir sualı yazın. Bax, bu 3-2-1 üsuludur. İstəsəniz vərəqlərinizi ağlı dilli bəri-bəzək edə bilərsiniz. İstəsəniz sadə şəkildə kartlar formasında da verə bilərsiniz. Və bunu eyni bir vərəqdə 8 dənə, 6 dənə, nə bilim 10 dənə xırda-xırda da çap edə bilərsiniz eyni vərəqin üzərində. Bunu qayçı ilə kəsib uşaqlara da paylaya bilərsiniz. Bu, demək, dərsin müəyyən bir mərhələsində, yəni artıq olub bitmiş fikirlərdən sonra və yaxud da daha yaxşı olar ki, giriş-çıxış kartları kimi dərsin sonunda yəni bu kartları paylayasınız ki, yəni sizin üçün yeni məlumat nə oldu, maraqlı gələn nə oldu və hələ də beyninizdə nə ilə bağlı sual işarəsi qalıb. Burada da verib ki, yenə də siz özünüzdə hansı formatda istəsəniz yarada bilərsiniz. Şagirddə hansı bacarıqlar formalaşır? Köhnə bilik, təcrübə ilə yeni biliklər arasında əlaqə. Yeri gəlmişkən bu da sizdən soruşula biləcəkdir. Bəzən suallarda düşür ki, aşağıdakı iş üsullarından hansı köhnə biliklərlə yeni biliklər arasında əlaqə yaradan üsuldur? Demək, bu üsul məsələ 3-2-1 üsulu köhnə və yeni biliklər arasında əlaqə yaratmağa xidmət edən üsullardandır. Eləcə də demək, klasterin özüdür. Çünki klasteri başlanğıcda köhnə bilikləri yazırlar. Sonra şagirdlər dərsin müəyyən bir mərhələsini bitirdikdən sonra bu gün əldə etdiklərini, yenilikləri həmin klasterin ardı olaraq tamamlaya bilərlər ki, bu da köhnə və yeni bilikləri əlaqələndirə bilər. Insert metodu nədir? Bir növ buna bəzi yerlərdə və yaxud da bir çox yerlərdə kodlaşdırma da deyilir bu üsula. Niyə kodlaşdırma deyilir? Çünki burada hərflərdən, rəqəmlərdən, işarələrdən, yəni sizin özünüzün yanaşmanızdan asılı olaraq o hərf və işarələri dəyişə bilərsiniz. Misal üçün, burada V deyib, çıxaq işarəsidirsə, siz fərqli bir yanaşmada edə bilərsiniz. Və bu necə həyata keçirilir? Fərqli yanaşma kimi də istifadə edə bilərsiniz. Yəni, bunu açar olaraq istifadə edib, fərqli modellər şəklində təqdim edə bilərsiniz şagirdlərə, fərqli üsullar şəklində. Demək, nə edirsiniz? Şagirdlərə bununla bağlı fərdi də işlədə bilərsiniz, cütlər şəklində də işlədə bilərsiniz və vaxt verirsiniz şagirdlərə. Demək, burada da qeyd olunub, 5 dəqiqə ərzində şagirdlərdən mövzu ilə əlaqədar bildiklərini yazmaq xahiş edir. Müəllim bildirir. Ola bilər ki, sizin yazdığınız dəqiq olmasın, buna bir o qədər də fikir verməyin. Dərsin geçişi zamanı düzəlişlər edəcəyik. Şagirdlər bildiklərini alt-alta siyah şəklində yazırlar. Sonra mətn planlanır, oxutdurulur, şagirdlərə oxuduqca səhifənin kənarında işarələr qoymaq tapşırılır. Kitabın ağ hissəsinə təbii ki, karandaşla qoyacaqlar ki, pozanla sonra pozsunlar, kitab korlanmasın. Çünki ondan sonraki nəsil də həmin uşaqların oxuduğu kitablarla davam edəcək. Demək, öncədən müəllim işarələrin mənasını izah edir və daha yaxşı olar ki, hətta bunu mən deyirəm tələb kimi də olsa daha uyğundur. Çünki bəzən uşaqların yadından çıxır və bu dərsin gedişatını pozur. Başlayacaq sual verməyə. Müəllimə, dediniz, mən əgər hər hansısa bir informasiyanı tanımıram, sonra hansı işarəni qoyun? Amma bu bir plakat şəklində əlinizin altında olsa, davamlı siz onu lövhədə vursanız, bu üsulu nə vaxt keçirdiniz? Asın lövhədə. Keçirtmirsiniz, düşürdün lövhədə. Qoyun kənara. Demək, siz onlara bildirirsiniz ki, tutalım ki, V hərfi, yəni bu işarə, əvvəlki bildiyimiz məlumatı təsdiq edən informasiyadır. Əgər belədirsə, V qoyursunuz. Oxuduğunuz informasiya, əvvəllər bildiyiniz informasiyanı inkar edirsə, mənfi qoyursunuz. Rast gəldiyiniz informasiya sizin üçün yenidirsə, həmin o sətrin qarşısına plus qoyursunuz. Haqqında əlavə məlumat almaq istədiyinizdə isə sual qoyursunuz. Məsəl üçün, tutan ki, oxuduq bu hissəni, deyək ki, burada cütlər sözünü başa düşmədim, misal üçün. O zaman gəldim bu sətrin, burada sözün altından xətt çəkdim və burada sətrin qarşısında bir sual işarəsi yazdım. Yəni, əsəri, mətni, mövzunu oxuyaraqdan onu kodlaşdırdım. Bax, bu kodlar vasitəsilə. Aydındır. Sonra, burada da yenə kodlaşdırma bitdikdən sonra
belə bir cədvəldə verə bilərsiniz istəsəniz. Demək, qrupun yazdığı burada qeyd olunur. İlk məlumatlar oxunduqdan sonra bildiklərlə müqayisə edilir və müzakirə aparılır. Insert metodunun tətbiqi zamanı müəllim müxtəlif iş formalarından istifadə edə bilər. Yəni, bu metodun öz içərisində belə müxtəlif üsullardan istifadə edə bilərsiniz. Demək, hansı bacarıq formalaşır? Qeyd götürmə, çünki nə edir? Qeydlər aparır. Oxuyub anlama, oxuduğun anlaması heç vaxt yaza bilməz. Tənqidi və məntiqi təfəkkürün inkişafı. Bura qədər dediyimizlə bağlı sual var. Kimsə sual var? Yox. Bir nəfərimizdən sualda gəlsin. Demək, indi gəldik bayaq dediyim qızıl dairənin belə deyək, oxşarı olan, sadəcə burada suallar daha çox olan 4N1KH üsuluna. İngilis dilinə çevirəndə də burada 5W1H-dır. Demək, 4N1KH-dan əlavə həmçinin bu metoda Kipling modeli də deyilir. Burada da qeyd olunubdur. Və Kipling modeli və yaxud da metodu nədir? Azərbaycan dilində niyə 4N1KH-dır? Bayaq da vurguladığımız kimi qızıl dairə 3N-də də bu şəkildədir. Baxın, niyə 4 dənə N? Nə, niyə, nə vaxt, necə? Hamısı N hərfi ilə başladı. 4 N. 1K, kim, K hərfi ilə, 2 hərfi ilə başladı. Və bir də H hərfi, harada? Nə, niyə, nə vaxt, necə, kim, harada? Bu metod nədir? Yenə də özünüz üçün burada qeyd edə bilərsiniz. Layihə dərslər üçün ən möhtəşəm üsullardan biridir. Layihə dərslərin qurulması üçün. Və başlanğıcdan bu üsulla başladıqda həqiqətən də uğurlu bir layihə planı olmuş olacaq əlinizdə. Gördüyünüz kimi burada nə, niyə, nə vaxt, necə, kim, harada suallar o qədər yönləndirir ki, bəri başdan sizin layihənin planı daha dəqiq şəkildə qurmağa imkan yaradan bir üsuldur. Eyni zamanda tək bu demək, sinif mühitində istifadə olunan bir üsul deyil, daha çox bundan istifadə edir jurnalistlər müsahibələr zamanı. Daha çox bu üsuldan istifadə edir polislər, prokurorlar, müstəntiqlər cinayətləri sorğulayan zaman. Nə baş verdi, niyə və yaxud sən nə etdin, niyə etdin, nə vaxt oldu bu hadisə, necə etdin və yaxud kim tərəfindən törədildi, harada baş verdi. Bu suallar demək, problemi çox rahat şəkildə üzə çıxarmağa gətirib çıxarır. Çox rahat şəkildə. Deməli, burada da nümunələr verilibdir. Nə, niyə, nə vaxt, necə, kim, harada. Nədə hadisə, problem, prosedur, demək, alətlər, vəziyyət, mahiyyət açıqlanıb. Niyə sualında məqsəd, səbəb, maraq, doğru və yanlışlar, nəticə və s. Nə vaxt deyilsə təbii ki, zaman, müddət, xronologiya, interval, ardıcıl proseslər. Necə deyirsə, istifadə edilən görüləcək işlər, üsullar, şərtlər. Kim deyirsə, yəni bu işdə məsul olan şəxslər, iştirakçılar, maraqlı tərəflər. Harada deyirsə, həmin layihənizin həyata keçirdiyi məkanı, obyekti və yeri soruşur. İndi düşünək ki, burada baxın, burada da layihə mövzusu veribdir. Hər hansısa bir layihənin mövzusu qoyulub ortaya. Kim sualına baxırıq. Layihədə və ya prosesdə məsul şəxsləri müəyyənləşdirir. Kimlər cavabdehdir? Layihəni kim icra edir? Bax, bu sxemin üzərində elə burada olan şablondan istifadə edərək çox maraqlı, gözəl layihə dərsləri də qura bilərsiniz. Harada? Layihənin həyata keçirəcəyi məkan və ya yeri müəyyənləşdirir. Layihə harada tətbiq olunur? Ərazi olaraq nə qədər sahəyə ehtiyac var? Niyə? Layihənin məqsədini müəyyənləşdir. Yəni, niyə məhz bu layihəni yazmağa qərar aldınız? Layihə nəyə planlaşdırılıb? Nəyə görə bu qərar verilir? Nə sualı? Layihənin mövzusunu müəyyənləşdir. Layihənin mövzusu nədir? Layihənin üstünlüyü nələrdir? Nə vaxtda da yenə? Nə zaman, nə qədər başlayacaq, nə vaxt bitəcək? Necəliyində də, yəni
hansı yollarla necə siz bu layihəni həyata keçirəcəksiniz. Layihə dərsi olduğuna görə demək olar ki, bütün bacarıqlar burada formalaşmış olur. Yəni, layihə xarakterli yanaşma olduğuna görə. Simulyasiya və rollu oyunlar nədir? Simulyasiya başqadır, rollu oyun başqadır. Bunları qatmırıq. Amma birlikdə izah edəcəyik. Və aralarında hansı fərq var? Baxın, burada da qeyd edir ki, onlar arasında fərq var. Rollu oyunda olduğu kimi simulyasiyada da şagirdə bir xəyali situasiya verilir. Sadəcə rollu oyunda o başqasını canlandırdığını təsəvvür etdiyi halda simulyasiyada özünü oynayır. Məsələn, rollu oyun dediyimiz nədir? Rollu oyunda deyək ki, Qırmızı Papağın nağılıdır. Konkret senari var da, neçə illərin nağılıdır bu. Və bu nağılda bilirik ki, canavar var, bilirik ki, nənə var, bilirik ki, nə bilim, Qırmızı Papaq var, bilirik ki, nənə ana piraşki pişirir, bu Qırmızı Papaq da aparmalıdır, canavar nənəni udmalıdır, nə bilim, ovçular gəlməlidir, o canavarı öldürməlidir, nənəni, nəvəni, nə bilim, onun qarnından çıxarmalı və s. deyək. Senari bəllidir, rollar bəllidir, rolların xarakterləri bəllidir. Siz əgər şagirdlərə deyirsinizsə ki, Qırmızı Papağı canlandırın və yaxud da Dəli Kürü canlandırın, bu nədir? Rollu oyundur. Bir də var, siz deyirsiniz ki, misal üçün, bu ampermetr yaradan alimin adı Amper olub, eləmi səhv etmirəmsə, adları ilə bağlıdır da, düzdür, fizikaçılar. Və yaxud biologlar. Misal üçün, tutalım ki, biologiyadan mənə bir alim adı deyin görün. Məsələn, genetikanın banisi kimdir? Biologiyadan alim tanımırsınız? Yoxdur burada. Yaxşı, götürək deyilin. Necə? Darwin biyologiya. Tamam. Darwin var. Olsun Darwin. Deyirik ki, uşaqlara, uşaqlar, Darwini yaradacaqsınız. Darwinin nəzəriyyəsini falan da deyək keçiblər də. İndi bunlar axı Darwini görməyibdir, Darwinin həyatı ilə bağlı geniş informasiyaları yoxdur. Artıq bunlar özlərini oynayacaq. Aydındırmı? Konkret senarisi yoxdur bu Darwinin. Burada da qeyd edir. Rollu oyun hər hansısa bir problemə müxtəlif nöqteyi nəzərdən yanaşmalardan ibarətdir. Simulyasiya isə imitasiya, təqlid etmək. Darwini təqlid edəcək. Nə bilim, Miçurini təqlid edəcək. Fəaliyyət və hadisələri yalandan yaratmaq deməkdir. Misal üçün, biri var, Nizaminin, deyək ki, Leyli Məcnun əsərini oynayırlar. Bu nə olacaq? Bu nə olacaq? Simulyasiyadır, rollu oyundur. Xeyr, konkret Leyli var, Məcnun var, konkret məzmun var və senari mövcuddur, düzdürmü? Bu olacaq rollu oyun. İndi müəllim deyir ki, kim gələr Nizami Gəncəvini oynayar? Nizami Gəncəvinin axı bir senarisi yoxdur. Artıq burada uşaq özünü oynayacaq. Öz yanaşmasını qoyacaq ortaya. Aydınmı? Bax, bu olacaq simulyasiya. Hər iki üsulda iştirakçılar müxtəlif rollarda olurlar və hər hansısa bir hadisəni həmin mövqedən qiymətləndirirlər. Rollu oyun və simulyasiya təkcə ədəbiyyat dərslərinin əsərlərinin çətinləşdirməsi üçün yox, digər fənlərdə də istifadə edilə bilər. Baxın, burada da qeyd olunur. Fizika, kimya dərslərində təcrübələrin, alimlərin söhbətinin əyani şəkildə göstərilməsi və s. rollu oyunlara nümunədir. Axı, söhbətin içərisində heç kəs olmayıb. Siz amma deyirsiniz ki, düşünün ki, Miçurinlə Darwin qarşılaşıb. Kim gələr Miçurin, kim gələr Darwin rolunu oynayır. İndi qarşılaşmışsınız, bir-birinizlə başlayın elmi müzakirəyə. Hərə öz təcrübəsindən danışsın. Görək necə danışırsınız. Bax, orada belə konkret senari yoxdur. Artıq olacaq simulyasiya. Aydındırmı? Artıq necə tətbiq olması ilə bağlı qeyd etdim. Eyni zamanda müəllim şagird rollu oyunda var ki, bu da təlim simulyasiyası adlanır. Bəzən oraya müəllim deyir ki, uşaqlar sabahları füşqa atırıq, füşq düşdü Nadirə. Nadir, sabahları sən filan mövzuna yaxşı hazırlaşıb gəlirsən, sabah mən olacam şagird, oturacam sənin partanda, sən olacaqsan müəllim. Sabahki bu mövzunu sən keçəcəksən sinfə. Burada həm şagirdlər aktiv olur,
həm burada şagirdlər belə deyim də, şagirdlər üçün həmin mövzu maraqlı olur. Niyə? Müəllimdən çox görüblər də, yəni bu mövzu izahlarını və s. Onlar üçün maraqlıdır ki, onların həmyaşlıları bunu necə idarə edəcək, necə izah edəcək. Və siz bircə dəfə onu bir yoxlayın nümunə olaraq. Görəcəksiniz ki, sinif necə qaynayır. Çünki biz bunun təcrübələrində aparmışıq sinif mühitində. Və həqiqətən möhtəşəm bir nəticə alır. Bəlkə də müəllimin mənimsəyə bilmədiyi dərsi, yəni o dərəcədə mənimsədə bilmədiyi dərsi, formalaşdıra bilmədiyi bacarığı o şagird öz yaşlılarını elə şəkildə ötürür ki, onların hər birisi maraqla onu qəbul edir və həqiqətən də mənimsəyirlər sonda. Sonra düşün, cütləş, bölüş, paylaş. Burada da adından göründüyü kimi, demək, şagirdlər demək elə bir iş formasıdır ki, öncə düşünmə mərhələsi gələcək, sonra onlar cütləşəcəklər, sonra cütlər bir-birləri ilə müzakirələr aparacaqlar, sonda isə fikirlərini bölüşürlər və paylaşırlar. Demək, necə həyata keçirilir? Şagirdlərə mövzu ilə bağlı sual və ya tapşırıq təqdim edirsiniz. Hər bir şagirdə tapşırığı fərdi şəkildə yerinə getirmək üçün vaxt verirsiniz. Bax, bu düşün hissəsidir. Düşün mərhələsidir. Vaxt bitdikdən sonra şagirdlərə işlərini cütlərlə müzakirə etməyi tapşırırsınız. Artıq bu cütləş hissəsidir. Birinci düşün, ikinci cütləş. Cütlərlə iş bitdikdən sonra şagirdlərə kiçik qruplarda müzakirə etməyi tapşırırsınız. Bu artıq bölüşdür. Artıq qruplarda tutan 2 nəfərlikdən 2-lər birləşdirib 4 oldular. Bölüş mərhələsi bitdikdən sonra bütün sinif müzakirəyə başlayır və bütün hər kəs cütlərdə, qruplarda, təklərdə hamısı öz öyrəndiklərini, öz əldə etdiyi məlumatları bir-biri ilə paylaşırlar. Bax, bunun da demək, yanaşması bu şəkildədir. Sonra şagird sayına görə sayı dəyişə bilərsiniz. 4 deyil, 6 da edə bilərsiniz. Sonra cütləri birləşdirib, yəni bu şəkildə də irəliyə gedə bilərsiniz. Sonra burada nümunə tapşırıqlar verilib. Misal üçün, ədəbiyyat dərsində Bulakovun İt ürəyi əsərində olan baş qəhrəman professor Filipoviç ilə dost olmaq istərdinizmi? Hələ bunu tək-tək düşündülər. Sonra hər kəs öz fikrini qeyd etdi. Sonra müəllimin təlimatı ilə cütlər şəklində davam etdilər. İki cütlər, iki şagird birləşir bir-biri ilə eyni fikri müzakirə edir. Əli dost olmaq istəyərdimi? Niyə, necə? Və Əli dost olmaq istəyərdimi? Niyə, necə? Sonra bu cütlər yenə birləşir. 2 burada, 2 də orada 4 oldular. Bu şəkildə. Bir növ qartopu üsulu kimi. Elə qartopu texnikası da gəldi. Adını çəkdik. Qartopu texnikası nədir? Şagirdlərin bir-birləri ilə müxtəlif konsepsiya və mövzuların paylaşmalarına və öyrətmələrinə kömək edir. Bayaqlar orada fikirləri müzakirə edirlər bir-birləri ilə. Burada qartopunda nə var? Şagirdlərə qrup şəklində işləməyə, tədricən öz biliklərini qurmağa imkan verir. Şagirdlər bu fəaliyyətə sualları cavablandıran və ya fikirlərini bölüşən fərdlər kimi başlayır. Yəni, tək-tək hərəkət. Daha sonra fəaliyyətin sonuna qədər bir neçə dəqiqədən bir qrup ölçüsünü 2 dəfə artırır. Bayaq tək düşünürdülər, necə ki, cütlər demək, paylaşda. Burada da tək düşünürlər, sonra cütləşirlər. Sonra cütlər birləşdi, 4 oldu. Sonra dörtlüklər birləşdi, 8 oldu. Yəni, bu say bitənə qədər, bütöv sinif bir modelini alana qədər bu şəkildə davam edə bilər. Necə tətbiq etməsini qeyd etdik. Ən sonunda da sinif müzakirəsi tamamlanır. Çünki artıq sinif birləşir, bir araya gəlir. Təbii ki, burada da əməkdaşlıq var, tənqidi mənfi təfəkkür, ümumiləşdirmə və qruplaşdırma mövcuddur. Sinif küncləri ən sadə, lakin ən maraqlı və ən öyrədici yanaşmalardan biridir. Biz təlimlər zamanında bu yanaşmadan istifadə edirik. Və sinif küncləri dedikdə nə nəzərdə tutulur? Müəllim sinifin 3 küncünə razıyam, razı deyiləm, əmin deyiləm sözlərini A4 vərəqlərində markerlə iyi şəkildə, yəni sinifin hər tərəfindən baxanda görülə biləcək şəkildə yapışdıra bilərsiniz skoçla. Birində yazırsınız razıyam, birində razı deyiləm, ikisində əmin deyiləm. Hər hansısa bir fikri, məsələni ortaya qoyub müzakirə edə bilərsiniz. Sonra uşaqlardan həmin bu fikirlə bağlı, məsələ ilə bağlı razı olub olmadıqlarını soruşa bilərsiniz. Onlar artıq tutan mən razıyamsa bu fikirlə keçirəm, razıyam küncünə, dururam o yazının altında. Eləcə də mənim kimi bu fikri düşünən şagirdlər də mənimlə bərabər o
müzakirədə toplaşır. Razı olmayanlar razı deyiləm yazısının altında. İkisinin arasında qalıb hələ əmin deyil, seçə bilmir razıdırmı yoxsa deyil, əmin deyiləm hissəsində qalır. Bundan sonra müzakirələr başlanır. Sonra fikirlər səsləndirilir. Artıq burada uşaq bu müzakirələrdən sonra son qərarında qalır. Misal üçün, əmin olmayanlar ya razıya keçir, ya razı olmayana. Razı olanlar bəzən yerini dəyişir müzakirədən sonra, keçir razı deyiləm. Çünki bəzi detallar orada sübuta yetirilir ona. Və yaxud da əksinə, razı olmayanlar o fikri dəyişib, razılaşıb, həmin küncə keçirlər. Burada da bu üsulun içərisində düşün, cütləş, paylaş texnikasından da istifadə edə bilərsiniz. Fikir əsaslandırmaq, münasibət bildirmək, təhlil, dəyərləndirmə və arqument gətirmə bacarıqları formalaşır. Görək buradan o yanası nə qədər qalıb, bunu da deyək. Mənkiməli üsulu maraqlı üsuldur. Çox yuxarı siniflər üçün o qədər də əlverişli deyil, amma aşağı siniflər üçün bu çox maraqlı həyata keçirir, uşaqlar da bunu çox maraqlı qarşılayır. Amma sizlər də bilirsiniz hansı mövzularda bunu edə bilərsiniz. Tutalım ki, hər hansısa bir alimlə bağlı deyək ki, bunu edə bilərsiniz. Kardona yazırsınız hər hansısa bir alimin adını yapışdırırsınız. Misal üçün, tutalım ki, yazırıq Nizami Gəncəvi. Və bunu uşaq görməyəcək. Tat şəklində uşaq əyləşir sinifin tən ortasında, bütün sinifdə partiyalarda əyləşən uşaqlar lövhənin qarşısında oturan uşağı görür. Uşağın üzü sinifə doğru olur. Müəllim arxadan, yəni o uşaq görmür, gətirir o tacı qoyur onun başına. Yəni gözü ilə öz alnındakına təbii ki, baxa bilməyəcəkdir. Onun üzərində deyək Nizami Gəncəvi yazılır məsələn. Və uşaq başlayır sinifə sual verməyə. O sual verməyəcək mən kiməm. Və yaxud sual versə belə sinifə öncədən qaydalar izah edirsiniz. Sinif qaydı ona deməyəcək, sən Nizami Gəncəvisən. Özü tapmalıdır kim olduğunu. Və başlayır suallar verməyə. Bu, hər hansısa bir əsərin müzakirəsində də ola bilər, əsərin qəhrəmanı olaraq. Və yaxud da bu, hər hansısa bir kimyəvi element ola bilər. Fizikanın hər hansısa bir aləti ola bilər. Fizikadan hər hansısa bir məzmun ola bilər. Misal üçün, sonunda gəlib deyəcək, mən ağırlıq qüvvəsiyəm. Aydındır mı? Və yaxud sonunda gəlib deyəcək ki, mən turşuyam və yaxud tuzam. Və yaxud informatikadan sonunda deyəcək ki, mən printerəm. Yəni, baxır sizin yaradıcı yanaşmanıza, necə yanaşacaqsınız. Demək, burada uşaq başlayır sinifə sual verməyə, başında tac olan görmür, alnında yazılan. Deyir, mən mənfi qəhrəmanam, mənim kəşfim var, mən şairəm. Uşaqlar bəli, xeyirlə cavablandırırlar və sonunda o nəticəyə gəlir ki, mən kiməm. Burada da qeyd olunur ki, açıq cavablar verilməyəcəkdir, yerdə eləşənlər hə və yaxud yox cavab verəcək. Uşaqdan gələn suallar. Şagirddə hansı bacarıq formalaşılır? Burada ən çox sual vermə bacarığı. Çünki suallar axtarıb tapmalıdır ki, o alnında yazılanı tapa bilsin. Görürsünüz, burada da göstəribdir nümunədə, şəkildə. Nizami Gəncəvi yazır uşağın alnında. Və burada da suallar verir. Uşaqların hə, yox cavablarını uyğun şəkildə tapır. Sadəcə, tutalım dedi, mən şairəm, dedilər bəli. Anında deməyəcək ki, mən Nizami Gəncəviyəm, bəlkə başqa şairlərin adını çıxır. Demək, baxaq görək nə qədər qalıbdır. Çünki bu mövzular çox uzanır. İstəmirəm siz çox yollasınız. 2 dənəsi qalıb. Bunlar da deyək, bununla bitirək. Deyək mi debatı da? Debat və bulunqulu. Bununla yekunlaşaq bu dərsi. Yorulmamısınız? Səs yox. Deyəsən hamı yatır. Oyaqsız müəllimlə. Ben müəlliməm. Tamam. Oyan. O zaman davam edək. Deməli, debat nədir? Sokrat diyaloqundakı kimi, yəni Sokrat diyaloqunun özdə debat xarakterlidir. Debatlar da müzakirə üsullarındadır. Debatların bir çox növü var, yəni bir çox debatlardan istifadə edirlər. Universitetlərdə son vaxtlar daha çox debatlardan istifadə və özündə hər hansısa bir mövzunun formal müzakirəsini ehtiva edir. Lakin bu digər müzakirələrdən onunla fərqlənir ki, şagirdlər fikirlərinə görə qruplara ayrılıb həmin fikri müdafiə etməlidirlər. Yəni, burada ağ oponentlər və qara oponentlər olacaqdır. Hər hansısa bir məsələ qoyuldu ortalığa və bu məsələni demək, misal üçün, tutalım ki, bizim qrup deyək ki, ekoloji problemi qoyduq ortaya.
İndi bu ekoloji problemlə bağlı bir seçim etmişik. Deyək ki, velosipedlərdən istifadə olunsun. Biz bu təklifi vermişik bizim qrupa. Biz bu təklifimizi müdafiə etmək üçün arqumentlər, faktlar gətirməliyik. Qarşı tərəf debatda iştirak edən digər oponent qrupu. Onlar da deyək ki, öz fikirlərini sübuta yetirmək və yaxud bizim fikri inkar edəcək dəlil sübutlar gətirəcək. Məsələn, biz dedik, velosipedlərdən istifadə olunsun, maşınlar yığışdırılsın. Və səbəbləri açıqlayırıq. Hava zəhərlənir, yəni insanlar deyək ki, müxtəlif xəstəliklərə tutulur, ekologiya közlanır, oksigen azalır, havaya zəhərlidir. Yəni biz öz fikrimizi sübut etmək üçün dəlilləri qoyduq ortaya. İndi qarşı tərəfdə bizə nə deyir? Deyir ki, yaxşı, siz deyirsiniz ki, velosipeddən istifadə edək. Bəs o zaman bütün maşınlar yığışdırılarsa, təcili yardıma çatdırılacaq birisi varsa, siz velosipedi ayaqla ən yüksək sürətlə nə qədər sürəcəksiniz və o xəstəni, əgər o yatılı vəziyyətdə tərpənmədən getməlidirsə, o velosipedin hansı hissəsinə yerləşdirib aparacaqsa o xəstəni. Gördüyünüz kimi, onlar da öz dəlil sübutlarını qoydu ortaya ki, tam olaraq velosipedə keçə bilməlidir. Bu da var, bu da var. Bu da olmalıdır, bu da olmalıdır. Məsələn, ən azından təcili yardım maşınları mövcud olmalıdır. Demək, bu şəkildə arqumentlər, faktlar gətirirlər. Qarşı tərəfdə, demək, gördüyünüz kimi, əks arqument gətirir. Şagirddə hansı bacarıqlar formalaşır? Sual tərtib etmə, sual vermə, qərar qəbul etmə, mövzunun araşdırılması, əsas anlayışlarla iş, dinləyə bağlama, natiqlik məharəti. Niyə natiqlik məharəti? Çünki burada öz fikirlərini sübuta yetirmək üçün bəzən sübut dəlil olsa belə, insan inamsız danışanda qarşı tərəfi inandırma bacarığı olmadıqda, onun uğurlu nitqi olmadıqda biraz çətin olacaq inandırmaq. Ona görə bu yanaşma natiqlik məharətində formalaşdırır uşaqda. Nəticə çıxarma, təhlil etmə, ümumiləşdirmə, əsaslandırma və arqumentlərlə iş. Çünki nə deyir? Arqumentlər və faktlar təqdim edəcək. Burada da qeyd edir ki, tədrisdə debat şagirdə nə qazandırır? Yenə də burada bacarıqları artıq qeyd edibdir. Debat zamanı riayət etməli olan tələblər. Mütləq, fərqi yoxdur, bu debat olsun, hansı iş üsulu olsun. Həmişə çalışın ki, əgər o üsul birinci dəfədirsə sizin o siniflə keçirdiyiniz, mütləq qaydaları izah edin. Məsələn, tam anlayışın çıxarılmasıdırmı, klasterdirmi, diaqramıdırmı və yaxud debatın özüdür. Demək, öyrənməyi öyrənmək. Aydınlıq, deyilən fikir sübutu, aydın, sadə dildə söyləmə lazımdır. Düzgünlük, yəni mən sadəcə fikir xatirinə, qarşı tərəfi susturmaq xatirinə yalandan, heç bir arqument faktı olmadan elə zorla öz dediyimi yeridə bilməm. Hörmət, qarşı tərəf danışırsa, ona hörmətlə yanaşırıq və burada bir məqamda önəmlidir ki, uşaqlara bəri başdan deyirsiniz ki, debat zamanı danışan şəxsə deyil, deyilən fikrə münasibət bildirirsiniz. Misal üçün, mən əlinin dediyini qəbul etmirəm, yox. Mən tam olaraq velosipedlərə keçirilmə fikrinin əleyhinəyəm və sonra niyə əleyhinə olduğumu mən də öz dəlillərimdə olacağım. Əlidən danışmadım, fikrə münasibət bildirdim. Əsaslandırma, dediyim kimi, burada mütləq fikir əsaslanmalıdır. Nələrlə arqument faktları? Natiqlik bacarığı olmalıdır. Demək, debat üçün mövzu nümunələri qoyulubdur. Yenə də siz özünüzə uyğun nümunələr verə bilərsiniz. Bir də məsələ baxaq, avtomobil insan həyatını yaxşılaşdırdı, yoxsa ciddi problemlər yaratdı? Bir çox ciddi yaxşılaşdırdı, qarşı tərəf, ikinci tərəf deyəcək ki, yox, ciddi problemlər yaratdı. İndi bunlar yaxşılaşdırdığı ilə bağlı arqument faktlar toplayıb ortaya qoyacaq. Qarşı tərəf oponentlər isə problemlərlə bağlı. Sonra şagirddə debat bacarığını formalaşdırmaq üçün, ümumiyyətlə indi Azərbaycanda bu saat hal-hazırda hardasa bir son 2 ildə daha sürətli inkişaf edib bu sahə. Konkret olaraq belə insanlar var, ödənişli şəkildə xidmət göstərirlər, onların özlərinin qrupları, komandaları var, suallar tərtib edirlər, debatın auditoriyasını qururlar, yaradırlar, stolların quruluşuna qədər hər bir şeyi tənzimləyirlər. Yəni, debatı həyata keçirən komandalar mövcuddur Azərbaycanda. Səhv etmirəmsə, hardasa 2 dənəsi daha mükəmməl şəkildə işləyən komandalar var, onların Instagram səhifələri də var. Demək, nələrə diqqət yetirilməlidir? Birgə işləmə, fərdi nitqlər, sübutları təhlil etmək, çünki ola bilsin, qarşı tərəfin gətirdiyi sübut heç halda yoxdur, yalandan ilə ortaya qoydular və dayanmadan qışqıra-qışqıra onu müdafiə etməyə çalışırlar,
azından hardan götürmüsən bu informasiya, bir link at bizə, biz də daxil oluq o linkə baxaq. Etibarlı mənbədən götürmüsən. Bax, bunlar vacibdir debatda. Ona görə də debat var, spontan debat var. Debat var, planlaşdırılmış debat. Spontan debat anında demək. Siz mühitlə daxil oldunuz, deyirsiniz uşaqlar, biz burada bu günlər belə bir debat keçirəcəyik. Mövzunu həmin anda qoydunuz ortaya. Bir də var, hazırlıqlı debat. Yəni, öncədən mövzu, məzmun şagirdlərə paylaşılır. Bu iki sinif arasında da ola bilər, bir sinifdə müəyyən qruplar arasında da ola bilər və onlar hərəsi özünə aid olan tapşırıqla bağlı o istiqamətdə iş aparır, araşdırma, təhlillər, sübutlar, dəlillər, faktlar toplayırlar və sonra elan olunan vaxtda gəlib debatlarını keçirirlər. Hər iki tərəf üçün argumentlər, onu da qeyd etdik. Təqdimatlarınızı hazırlayın. Yəni, necə təqdimatlar hazırlayın? Əvvəlcədən planlaşdırılmışda bu təqdimatları hazırlamaq mümkündür. Müsaçılar artıq bilirlər ki, hansı mövzunu müdafiə edəcəklər, hansı fikri. Və o baxımdan da müdafiə edəcəklər fikirlə bağlı dediyim kimi şəkillər, videolar, faktlar, linklər və s. Demək, proyektor vasitəsilə, kompüter vasitəsilə də nümayiş etdirə bilərlər. Bulun kubu nədir? Bulun kubunun 600'ü var. Niyə 600'ü var? Çünki bulun taksonomiyasını bilirik ki, 6 mərhələsi var. Demək, birincisi bilməkdir, hafizə yaddaş əsasına, sonra anlamaq, tətbiq, təhlil, dəyərləndirmə və sintez. Niyə buna da bulun kubu deyilir? Çünki bu kubun 6 üzü var və kubun 6 üzündə suallar var. Yəni, siz konkret sualları yazsanız öz mövzunuzla bağlı, bu kubu növbətdə də istifadə edə bilməyəcəksiniz. Ən yaxşısı bulun kubunu hazırlayıb, necə hazırlama forması da var, yəni kardondan bu şəkildə kəsib, sonra bir-birinə yapışdıra da bilərsiniz, ekranda görürsünüz. Demək, izah et, yenisini yarat, tətbiq et, özünü ifadə et, niyə, nə üçün, adlandır. Və yaxud elə konkret olaraq bulunun mərhələlərin adını da qoya bilərsiniz, fərqi yoxdur. Sonra özünüz, əgər bilirsinizsə ki, sabah bu kubdan istifadə edəcəksiniz dərsdə, axşamdan artıq bu mərhələlər üçün suallar hazırlayırsınız. Anlama mərhələsi üçün suallar, 1-3 dənə, 4 dənə, o birisi mərhələ üçün suallar. Sonra gətirirsiniz, şagirdləri bunu qruplarda da edə bilərsiniz. Kubu qoydunuz ortaya, şagird qruplarından biri götürdü, kubu fırlatdı, atdı stolun üzərinə. Kubun tavanla, yəni patologla üz-üzə qalan hissəsində nə dayansa, demək, tutan izah et dayandısa, siz ona uyğun tərtib etdiyiniz suallardan verəcəksiniz. Yox, əgər yenisini yarat sözü deyək ki, yuxarıda dayandı, üstə, tavanla üzdə dayanırsa, kubun o üzü düşdü. Necə ki, nər taxtanın zərlərini atanda necə düşür? O şəkildə. O zaman ona uyğun, yəni yaradıcı təfəkkür formalaşdıran suallarınızı mövzunuzla, nəzmunuzla bağlı yönəldəcəksiniz həmin qruplara. Burada da qeyd edir, nümunələr də verilir. Baxın, hər mərhələ ilə bağlı suallar, adlandır. Demək, bu üz üçün yazılan suallar daha çox faktoloji olur. Çünki, demək, birinci mərhələdir. Belə suallar daha çox yaddaş əsaslanır. Məsələn, ədəbiyyat fənnindən. Nizami Gəncəvinin İskəndərnamə əsərinin baş və ikinci dərəcəli qəhrəmanların adını deyil. Sadəcə sadalar. Riyaziyyatdan. Üçbucağın əsas üç xüsusiyyətindir. Tarixdən. Xürrəmlər hərəkatı nə zaman baş verir? Gördüyümüz kimi, hər birisi konkret cavab olan suallardır. İzah etdiyirsə, artıq anlama mərhələsidir. Demək, bu üzə aid olan. Nə üçün İskəndər dillik suyu axtarmaq qərarına gəldi? Bunun nə üçünü o gərək anlayaq ki, o məzmunu onu öz sözlərlə ifadə edir. Burada artıq öz sözlərlə ifadə etmək başlayacaq. Necə parafraz edə bilərsən? Yəni, fikri necə özününkiləşdirib təkrar deyə bilərsən? Əsas ideya nədir? Sonra tətbiq etdə, yenə də buna aid olan sualları nə üçün argumentlər əsaslanır və buna aid olan suallar özünü ifadə et. Yenə də burada nümunələr verilibdir. Misal üçün, sən niyə belə düşünürsən? Əminsənmi ki, bu məsələ belədir, belədir? Sən həqiqətən düşünürsənmi ki, Xürrəmlər hərəkatının başlanması qaçılmaz idi? Artıq gördüyümüz kimi burada nə var? Dəyərləndirmə var. Yəni, şagird özü münasibət bildirir. Biri var müəllifə münasibət bildirir. Biri var burada özünün münasibəti var artıq. Yenisini yarat da sintezdir, yaradıcı təfəkkür formalaşdıran suallardır. Yenisini yarat üzü düşürsə,
gedirsə, telefon şərtdə misal üçün yeni qafiyə yaz. İskəndərin şərqə yürüyüşü haqqında məqalə yazsaydın, adını necə qoyardın? Hammurapi qanunları müasir dövrə uyğunlaşdır. Artıq gördüyünüz kimi bu üz üçün tərtib olunan suallar daha dərin və yaradıcılıq tələb edir. Şagirddə nə formalaşdırır? Məsələyə müxtəlif cəhətlərdən nəzər salmaq, məntiqi tənqid, yaradıcı təfəkkürü. Niyə? Çünki təbii ki, artıq burada bundan söhbət gedirsə, təfəkkürün bütün növləri və təfəkkürün hər iki səviyyəsi mövcuddur. Təhlil etmə, dəyərləndirmə, inteqrasiya, sual tərtib etmə, fikrin əsaslandırma, müqayisə və meyar çıxarma. Bu da Bloomqull. Bura qədər dediyimiz üsullardan hansısa ilə bağlı bir sualınız varmı? Və yaxud sizə qaranlıq qalan bir məqam varmı? Kimsə sualı varmı? Sualınız var, müəllim? Səs yox. Tamam. Demək, sual yoxdursa, o zaman bugünlük sizlərlə sağollaşırıq. İnşallah 5-ci günə kimi də mən testləri yükləyəcəm, link atacağım sizə. Çox xahiş edirəm, testlərinizi işləyin, cavablarınızı yoxlayın, harada səhviniz var, izahlara baxın. Yenə də sizə aydın olmasa, mənim izahlarım, o zaman təkrar mənə müraciət edəcəksiniz. Suallarla bağlı ki, mənim orada izah etdiniz, amma yenə mənə qaranlıq qaldı. Niyə, nə üçün? Ola bilsin, orada mən izahda çox da dərinə getməmişəm bəlkə də. Amma çalışmışam ki, ətraflı izah edim. Bugünlük bu qədər, müəllimlər. Gecəniz xeyrə qalsın, Allah əmanət olun, 5-ci günə kimi görüşərik. Bir daha vurğulayın, testlərinizi mütləq şəkildə yazırsınız. Çünki vaxtımız da azalır, zaman da daralır. Mövzu bugün sabah bitəcək və biz keçəcəyik birbaşa testlərə. Ona görə çalışın ki, bu mərhələni bir qrup belə deyək də testləri bitirə bilərsiniz. Testləri işləyin, bitirin ki, növbəti hissələrdə həm təhlillər, həm əlavə çətin hissələrin izahı, həmçinin də test işləyəcək. Sağ olun.